Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günləri Cəhalət mühəndisliğinə qələbənin 232-ci bölümün başlayıram. Çox sevinirəm və Allaha təşəkkür edirəm ki, mənə bu günü də yaşamağı qismət elədi. Ha belə möhlət verdi ki, bu günləri də Türk dünyasının yarattığı uyğarlıqlardan, təməddünlərdən, dil və yazı uyğarlığından, ədəbiyyat uyğarlığından bir başqası ilə tanış olum və onu yaşayayım. Dostlar, mümkündür ki, bir saniyə sonra adam ölə. Yəni, bir saniyə də çəkməyək, adam ölə gedə. Biz bu dünyadan heç də para bilməyəcəyik özümüzlə. Necə ki, gələndə heç zət gətirməmişik, gedəndə də heç zət aparmayacağıq. Əli boş gəlmişik, əli boş gedəcəyik. Bir canla gəlmişik, bir canla gedəcəyik. O əvvəldə də yox idi, sonra da yox olacaq. Torpağa qatışacaq, yox olub gedəcəyik. Amma nə xoş ki, bir şeyi öyrənək gedək, bir şeyi bilək gedək, bir şeyi yaradaq gedək, bir şeyi hazırlayaq gedək. O birisi gələn nəsillərə bir şeylər hazırlayaq, ondan sonra gedək. Mən gücüm çatdığı qədər, ixtiraçı deyiləm, iktişafçı deyiləm, o sahələrdə də işləməmişəm. Bəlkə də keçsəm Dağıstan, ya geçsəydim Dağıstan olardı, özümdə o gücü görürdüm, amma getməmişəm. Biraz siyasət, biraz düşüncə, bunlara qatışmışam. Özümdə bunu görürəm ki, 60 il ömrümü Fars dili ədəbiyyatına, oxumağa, yazmağa sərf eləmişəm və təəssüflə yanlış getmişəm. Özüm də getməmişəm. Zorundan aparıblar. Yəni, uşaqlıqdan doğulandan sonra mədrəsəyə deyə bir şey yaradıblar. Zorundan qoyublar mədrəsəyə. Sonra danışqa, iş üçün. Çünki adam işləməkdən sonra bir çarəsi yoxdur. Gərək işləyəsən. İşləmək üçün də istəyəsən bir orta yaşam qazanasan, gərək gedəsən, bir dərs oxuyasan. Amma indi 60 ildən sonra görmüşəm ki, mənim bir dilim var, bir təməddünüm var ki, xəbərim yoxdur, bir uyğarlıqlarım var ki, xəbərliklərim yoxdur və bunları bizə deyiblər, yoxdur əslən. Qərar aldım ki, mən bunu öyrənəm. O, cəhalət mühəndisliyi ki, məni günü-günündən, özümdən, kimliğindən, geçmişimdən eşiyə çıxadırdı və mənə deyirdi, sən putsan, yoxsan, düşüncən olmaz, ağlın olmaz, siyasətin olmaz, filanın olmaz. Qeydirəm, baxıram, görürəm ki, mənim dədələrim kitablar yazmışmışlar, dünya idarə edilmişlər. Yüzlər min kitabları varmış, çox dərin, ağıllı düşüncələri varmış. Hətta dinə belə, dünənləri dedim, mən birinci dəfə dünən düşünürdüm bunu. Dünənki kitabı oxuyanda ki, Osmanlı müsəvvər tarixidir demək olar. Osmanlı padişahlarının əl çəkmə cizgi nəqqaşisidir. Onlara baxırdım. Onların yaşamı haqqında bir şeirlər yazılmışdı. Onları oxurdum. Bu zehnimə gəldi ki, türklər nə əcəba sekular yaşayıblar tarix boyu. Hətta ona misal vurdum ki, Atatürk o zaman ki, Osmanlı əleyhinə kodüta eləyir. Bu kodütada da biz görürük ki, iki dəfə Osmanlının əlindən ixtiyarını alır. Bir budur ki, November ayının, yəni 11-ci ayın birində 1922-də Osmanlını səltənətdən xəl edir, yəni səltənətdən əlini alır. 17 ay sonra Mart ayının 3-də 1924-də xilafəti əlindən alır. Belə buyur ki, o Mustafa Kemal Paşa o görür ki, burada iki müəssisə var və iki müəssisəni ayırda bilir bir-birindən, hərəsinə bir ayrı hərəkət edir. Bunu göstərir, türklər sekular yaşırmışlar tarix boyu və hətta sekularizm türklərdən Avropaya gedibdir. Özəlliklə də Sultan Məhəmməd Fatih dövründən sonra
ki Avropa çox böyük şikəst yeyir. Ondan sonra sekularizm Türklərdən gedir Avropaya. Cəlib budur ki, bizə bu günləri deyirlər Avropa yaratdı sekularizmi. Mən belə düşündüm. Yəni mən dünən o kitabı oxuyanda belə düşündüm ki, bizim əcib miraslarımız varmış, dil, düşüncə miraslarımız varmış və biz bunu düşünmürmüşük. Amma bu günləri mən dahi kamil mənə aydın aşkardır ki, biz sekular dedikləri düşüncəni də Türklər 1000 il yaşayıblar. 1000 il. Hətta ərəblər yaşayıblar. Baxın, ərəblər iki formatda idarə edirlər İslam dövründə. Bir xilafət sistemidir, bir də məmləkətlərdə millətlər içində sultanlar var. Yəni eyni zamandakı xəlifə var, hamı xəlifənin din baxışından gözü altındadılar, əmri altındadılar. Xəlifə də əmir verəndə bunlara bu şahlar ki, dava edirlər, o birisi şahı yıxırlar, istəyirlər şah olalar, sultan, hər kəsin öz torpağında ya bir torpaqlarda savaşır, sultan olur. Onlar da istəyirlər özlərinə din məşruiyyəti qazanırlar, siyasi məşruiyyəti qazanıblar. Yəni savaşıblar, qudrət gücü alıblar əllərinə. Bu siyasi məşruiyyət. Amma din məşruiyyəti alalar, xəlifə gərək onlara deyə ki, mən sizi sultan olaraq orada nəsb edirəm. Siz orada olun, İslamı orada qoruyun. Ya İslam məmləkətin, İslam torpaqlarının, İslam bəldələrini qoruyun. Hətta orada da görürük ki, Bəğdadda xəlifə xəlifədir. Amma siyasət bir ayrı adamların əlindədir. Hətta orada da biz görürük ki, sekularizm İslamda yaşanıb əslən. Öməvidən bu günə qədər. Öməvidən hətta Həzrəti Əlidən bu günə qədər demək olar ki, sekularizm yaranıbdır. Həzrəti Əlinin demək olar şikəsti ilə, 4-cü xəlifənin şikəsti ilə və iç savaşlardan sonra görürük ki, din ilə, din müəssisəsi ilə, dövlət müəssisəsi yavaş-yavaş bir-birindən ayrılır. Əbbasilərin sonunda kamil ayrılır. Türklər ilə din müəssisəsi başqadır, müəssisəsi başqadır, siyasət müəssisəsi başqadır. Hər halda bunları bizə öyrətməmişdilər. Bunları özümüz bu kitabları başlayıb oxuyandan bu bizə yavaş-yavaş öyrənirik, bilirik ki, biz belə bir şeylər. Heyif olsun ki, biz eləyənmirik. Kitabları başdan-başa oxuyamağa fürsətimiz yoxdur. Başdan-başa da oxusaq çoxlu şeylər öyrənər. Çünki bunların hərəsi bir tarix təcrübəsidir. Bizə dədələrimizdən gəlir, yetişir. Dünənləri hər halda bu Sultan Səfəvilərin haqqında olan kitabları oxuduq. Görürsünüz, mən bunu yenə bir görsədim. Görəsiz, bunları hərəsinə görə bir neçə xətt yazılıbdır, nə iş görübdür, nə cür yaşayıbdır, nə cür hökumətə gəlibdir, nə cür ölübdür, öz dövrəsində onun hansı iç ya eşik bohranlar var imiş, çətinliklər var imiş, o çətinliklərlə nə cür şey olubdur, içdə rəqiblərlə neyniyiblər filan. Bunlar bu cürdür və bu kitabda uzun zaman çəkib şairlər yazıblar bu kitabı, 3 şair yazıbdır və uzun zaman çəkibdir. O qədər uzun çəkib ki, 3 dənə şair burada kitab əvəz ediblər, 3-ü də ölüblər, yenə kitab naqis qalıbdır. Məsələn, biz görürük ki, ən sonunda baxın bu şairlərə, buradan bu üzə daha yazı yoxdur. Çünki buradan bu üzə görürsünüz, bu axir şair, ən son şair Sultan Məhmud səltənətə oturur, ondan sonra dayı bir şey yaza bilmir, ölür, gedir və bu sultanlar 1, 2, 3 sultan görürük ki, Əbdüləziz xan buradadır. Əlbəttə, bundan sonra da fikir edirəm ki, 2-ci Əbdülhəmiddir və fikir edirəm ki, və Əbdüləzizdir, fikir edirəm nədir? O, baxa bilirəm də yazdım mən onun dünənləri.
ora baxsam yazılarıma, orada görürəm ki, məsələn, burada indi axirincisi kimdir? Əbdüləziz idi, Əbdülməcid idi. Əbdüləziz xan ibn Sultan Məhmud xan. İndi bunu gəlsək, burada baxsaq, Əbdüləziz buradadır. Əbdüləziz budur. 1277-də səltənətə çıxıbdır, 93-də Allahın əmri ilə gedibdir. 5-ci Murad 1293-də başlayıbdır. Ondan sonra 2-ci Əbdülhəmid gəlibdir. Yəni bu da görürsünüz, 4 dana Osmanlı hələ yoxdur buradan sonra. Yəni hələ 3 dana da bundan əvvəldə 1, 2, 3, 2-ci Məhmud, 4-cü Mustafa. Fikirəm 4-cü Mustafanı yazmışdı bu kitab. 4-cü Mustafanı kitab yazmışdı fikirəm. Məhmud xan Mustafa, bəli, 4-cü Mustafanı yazıbdı. Ondan sonra qalanları yazmayıblar. Yəni 7 dana şah, sultan və xəlifə. Onların haqqında bir şey yazmayıbdı. Hər halda onu da gördük, oxuduq və həm siyasətdən bir xülasədə, çox xülasə oxuduq. Gedək bugünkü kitabı açaq, bugünkü kitabı açırıq. Dünənki kitabın bir dənə iştibah şey olubdu. Hər kəs ki bu PDF-i yazıblar Səfəvilər. Hətta elə hövsələlər olmayıb ki, birinci səfəni bir baxalar, görələr ki, ya əkslərinə baxalar, görələr ki, bunlar kimdirlər. Və Səfəvilərin şahlarının sayı çox azdır. Osmanlı şahlarının sayı 36-dır. Səfəvilərin şahları çox azdır. Elə bunun için dedim, bunu açmayacağıq. ChatGPT-ni də açaq. Bizi gözləsin burada ki, bəzən ondan soru soruşuruq. Kitabı çalışıram kiçildəm, amma kiçilmir. Kiçilmədiyi üçün elə bara baxma. Cildi açıbdır hər tərəfdən, dalasından cildin əks götürübdür. Kitabın cırılmağını görürük. Çətin vəziyyətdə qalıbdır. Bizim əlimizə yetişməyini görürük. Burada içərisidir. İndi açıbdır. Kitabın cildin birinci tərəfdən açıbdır. Kitab-ı Əxlaq-ı Süleymani. Burada indi kitab adını yazaq. Kitab-ı Əxlaq-ı Süleymani. Bir də burada yazıbdır. Nəməni 10 ya 1, bilmirəm o nədir. Avdadən çıxan türki. Əxlaq-ı Süleymani. İndi bu nə deməkdir? Bilmirəm bunu. Burada da bir yazılar yazılıb. Hələ kitabın əvvəl baxırıq. Burada görürsünüz kitabın ortası, yəni şirazəsi cırılmışmış. Kağızla yapışdırıblar. Burada da görürsünüz ki, şeylər vardı. Amma kitabın dövrəsinə baxanda, o vərəqlərin başlarına baxanda kamilən əl təri ilə həbriyibdir, xərab olubdur. Amma kitabın özü biraz gözəl qalıbdır. Ortada yenə cırığı görürük. Osmanlı dövrünə olduğu aid buradan bəllidir. Çünki dedik Osmanlı dövründə Bismillahın üstündə bir dənə kadr var. Onun da üstündə bir dənə elə bir ki, məsələn, bir məciddir, beləsi tutaq. Bir məciddir, 4 divar gedir göyə, sonra üstünə bir günbəz gəlir, sonra günbəzin üstündən bir şeylər göyə tərəf gedir. Ki, bu Osmanlının əlamətidir. Bir də ki, kitabların, yazının 4 dövrəsində bir cizgi çəkirlər, onun için rəhlirlər. Məmulən qızılı ya qızıl rəngi ilə rəhlirlər. Birinci səhifədə, ikinci səhifədə bunu görürük. Ondan sonra keçir, çox gözəl bir xətt ilə yazılıbdır. Görürüm ki, bəli, türk gözü də çox gözəl. O birisi kitablarda qırmızı ilə yazılır. Burada görürük ki, abi, qırmızı və qərə 3 rəng işlədiblər kitabı yazmağa. Nəqqaşı da çox gözəl bir nəqqaşıdır. O birisi səhifələrdə o dövrəsinə ki, çərçivə çəkmişdilər, o çərçivəni həm naziklədiblər, həm də nəqqaşısı yarım qalıb. Yəni, məsələn, bu 3-cü səhifənin nəqqaşısı yarım qalıb. 4-cü səhifə yenə deyil, orada da yarım qalıbdır. Nədən isə bir səhifənin yarısı yarımçılıq qalır, o birisiləri qalmır. Bəli, hamısında bunu aparıblar. Kitab çox gözəl bir xətt ilə yazılıbdır. Niyə gözəl deyirəm? Çünki mən bunu oxuya bilirəm, bu kitabla anlaşa bilirəm
Bunu düşünə bilirəm nə deyir. Ha belə bunda bir gözəllik də var ki, o birisi kitablardan fərqlidir. Hər hərfin üstünə onun səsini qoyubdur. Bununla belə kitab şuluq deyil. O birisi kitablardan fərqi olan onlarda da elə səsi qoyublar. Standart eləyiblər yazdıqlarını. Amma fərqi budur ki, orada sətirlər bir-birinə yaxındır, kəlmələr çox-çox kiçikdir, səs ki qoyulub üstünə kəlmələr qatışıblar, hərflər qatışıblar, bir-birinin qarnına giriblər. Səfə kullən gərək görsənir. Amma burada baxanda görürük ki, çox belə gözəl, kəlmələr bir-birindən ayrı, səslər hər üstündə və qatışdırmır kəlmələri. Yaxçılığı budur ki, kəlmələr, cümlələr, sətirlər bir-birinə qatışmırlar. Eyni halda görürük ki, düz yazı və şeir, yəni qoşmadan da istifadə edibdir. Kitabın yazısı 140 səhifə yazıblar PDF-də. Bu, yəni burada neçə səhifə göstərəcək? 280 səhifə. Çünki hər PDF-in hər səhifəsində biz 2 səhifə ilə qarşı-qarşıya dururuq. Mən indi biraz bunun sürətini çoxaldım, çünki eyni şəkildə yazılıbdır. Bunu geçsin qabağa, görək ki, nədir? Çox gözəl bir yazısı var, davam edir. Eyni şəkildə davam edir. Heç bir fərqi yoxdur. İllət bu yarımçılıq görsənir səhvə, bu məndə deyil. Çünki bunu hər dəfə aparıram üstə. Səhvə bundan artıq da kiçikləşmir. Onun üçün də fi ibadət zadə əl-nəmənə adət Baxa bilmədim, heç nədir. Bir dənə kəlməyi mübariz də gördüm, gözümdən keçdi, amma o qədər keçdik ki, burada Bismillah mı gördüm? Yox, Bismillah deyilmiş. Çox bir kitabın bəzi yerdə ortası görürük, cırılıbdır. İpin, məsələn, burada görürük, ipi çəkiblər, düyünləyiblər. Burada görürük, məsələn, kitabın ortası cırılıbdır. Amma o şey deyil, yəni kitab üst-üstə yaxçı qalıbdır. Yarpaqların başlarına baxsaq, qıraqlarına baxsaq görürük, aradan gedibdir. Eyni halda, eyni Quran kimi ki, ayənin sonunda əvvəllər nömrə qoymurdular, bir dairə qoyurdular gül kimi. Elə burada da görürük ki, o dairələr qoyulubdur, içində rəhlənibdir. Yəni bu kitaba dövlət xəttidir bu, divan xəttidir və divan standartı ilə yazılıbdır Osmanlıda. Mütəfəssifانə deyirəm, bu dizilər ki, Türkiyədə düzəlir, çox önəmli dizilərdir, amma kitabları orada göstərmir. Orada fəqət savaşları göstərir. İnsanların da savaşdan xoşu gəldiyi üçün. Amma orada tazalıqda gördüm bir serial vardı, Fatihlər Fatihi, Sultan Məhəmməd, Fatihlər Fatihi ya Sultanı. Onda gördüm ki, 2 cələsədir ya 1 cələsədir, gördüm ki, onda şey edir, yazarları da görsədir, münşini görsədir əslində. Bu çox taza bir şeydir, sevindim ki, Türkiyəlilər hər halda bunu düşünüblər ki, qeydaq biz bir baxaq ki, bu tarixi yazanlar var orada və tarix təkcə tarix yazanlar deyil, tarix ibarətdir o birisi kitablardan da. Çünki kitab bunlar. Hər halda gəldik kitabın sonuna və burada da görək ki, əcəba bir tarix vardı, yoxdur. Qeydaq əvvələ, umaram ki, bu kitabdan bir tarix tapaq. Eləyə bilək ki, bunu oxuyanda bir tarix ilə qarşı-qarşıya duraq. Müəllif yazıb ki, əgər oxuya bilsəm, oxuya bilmirəm, amma müəllif Fəmuri Əhməd Əfəndidir. Burada belə bir şey görürəm, amma əvvəlində nə yazıbdı, onu oxuyamirəm. Müəllif Fəmuri Əhməd Əfəndidir. Yaxud Sultan Süleyman Qanuni Həzrətinə məslək erib müəllifi. Ehtimalən düz oxuya bilmirəm.
yaxud yəni yazan odur, Sultan Süleyman Qanuniyə Həzrətinə, Həzrətləri ilə məslək ərbi. Müəllif belə bir şey yazıbdır. Yəni müəllifin imzası məsələn şey olacaq. Əcəba bir ayrı bir şey görürəm. Kitabını hətta görmürəm ki, Calibdir, bu kitabı qoymayıblar bir şey olsun. Mən bunu kiçildirəm ki, yerləşsin, olmur. Burada bir möhür görürəm, ikinci səhifədə. Görək ki, bu möhürdə bir şey oxuya bilər miyiz, ya yox. Yenə bunu yekəldik, görək ki, oxuya bilirik. Elhamdülillahi'llezî hedâna lihâzâ ve mâ kunnâ linehtediye lûlâ en hedânallah. Möhür yenə yaxşı düşməyibdir, Osmanlı möhürüdür. Bu dövlətin rəsmi möhürüdür, Osmanlının rəsmi möhürüdür. Çox da gözəldir, insafən əla bir xətti vardır. Qəd vəqəfət hazihin nusxətul cəliləti sultanina əl-əzəm və xaqanina əl-muəzzəm malikir rəsi vəl-Bəhreyn xadimul birri olacaqdır. Xadimul birri, onda bir yası vardır. Vəl-Bəhreyn bərrinə, pəs bəcəsi olacaq. Malikül bərrinə vəl-Bəhreyn. Bunu bir ayrı kitabda da görmüşdük. Ona görə indi oxuyanda da məsələn, qələtin eləyə bilirəm özü. Çünki burada nöqtədən istifadə eləməyiblər. Bərrin vəl-Bəhreyn xadimul hərəmeyn əş-şərifeyn əs-sultan Qazi Məhmud xan və vəffəqə, bu geçənsində bunu oxuya bilməmişdik. Vəfqən səhihən şər'iyyən limən taliə və istərsədə və ayatun və istəbədə xəlledəlləh mülkəhu əl-əmcədi hərrərəhu bu elə geçən şeydə yazmışdı, bunu yazmışdı. Hərrərəhu, kim yazıbdı bu kitabı? Əl-Fəqir Əhməd Şeyxzadə. Yazan Əhməd Şeyxzadə Əl-Muqsisdi. Muqsisdi nə mənədir? Bi-Ovqafil Hərəmeyn Şərifeyn Əl-Müqəssisi. Bu müqəssis orada bir iş olacaqdır. Mən bunu ChatGPT-dən soruşum, görüm ki, mən bunu Əl-Müqəssis yazsam nə ona? Yox, bu ingiliscədir. Əl-Müqəssisi. Görək ki, bu nə çıxır? Əcəba bunu dünən bir lüğət soruşduq, deyə bilmədik. Yəbdu ənə kələmətə əl-müqəssis leyset şaiətən fil-ərəbiyyətil müasirəti, lakin yumkin təfsiruha vifqə əl-buniyyəti sərfiyyə. Kökünə deyir, baxaraq. İhtimal ərcəh əl-müqəyyisi ismu failin ələ vəznil müfəil min feilil qəssis ələ vəznil fəal qəssisə fəalə əy minəl cüzuri qəsəsə vəl-mənə əl-muhtəməli huvə el-mugayyisu lezi yaktessu el-əsərə o yəttəbi'ul qisəs. Aha, o dedi, adamdır ki, elir bir əsəri tərif edir. Minəl qassi bimənə tətəbbu'l əsər. Bir əsəri saxlayan. Ehtimalən bu adam orada o əlləzi yecməul qisəsə o yer. Orada ambardardır. Deyək ki, o və Hərəmeyn-i Şərifeynin vəqfinin müqəssisi, yəni orada onların vəqf olan asarı saxlayan kişi müdürü oradır. Nə cür bunu tərcümə eləsəm türkcəyə? Mövqufələrə ya Hərəmeyn-i Şərifiyyə vəqf olan hər nə imkanlar ki vardır, onların müdürüdür. O departmenin, bölümün müdürüdür. Hərəmeyn-i Şərifin əsriha qəfərə ləhuma. Tamam, burada kitabın yazarını bildik. Bu möhürdə ehtimalən Tövfiq
Min Rabbi Əhməd. Əhməd bunun adıdır da kitabı. Əhməd Şeyxzadə onunkudur. Amma kamil o ya Rəbb zinur توفیق تمنا کند احمد. یا رب ز تو توفیق تمنا کند احمد. یا رب təmənna konad Əhməd zetu tevfik beləsi oxunacaqdır. Ya Rəbb ortada böyük yazdığı üçün sonra da cümlə bəlkə bu iki cürdən birindən oxunacaqdır. Bu Əhməd də ki dedik özüdür da. Əhməd Şeyxzadə bu kitabı yazandır, mühərrir. Bunu da öyrəndik. Keçən iki dəfədə bir daha bundan kitab oxumuşduq. Görək bu səfərdə də bir şey var, yoxdur. Tamam, bu səfərdə bir şey yoxdur. Gedək aşağıya görək ki əlbəttə bunu biraz kiçildək, oracan ki mümkündür, kiçildək, bunu oxuya bilək. Tamam. Bir dənə də nömrə yeyibdir bu kitab. Bu kitab Məkkədə saxlanılır. Ehtimali çoxdur ki, ehtimali %98 Məkkədə ya Mədinədə saxlanılır. Osmanlı yazdığına baxmayaraq. Ona görə də çox belə gözəl şəkil bir kitabdır. Ki, yenə burada nəqqaşısını görək və gələk bura. Bismillahirrahmanirrahim. Mətlə-i divani kəlami qədim. Verdün idən sübhü məsal kəddurəri məxlis-i iğvai la'ini rəhim. Həmd bi hədd şükri bi gayə ol feyyaz əsrar bab. Bunu biraz yekəldim, gözüm görsün, yaxşı. Həmd bi hədd şükri bi gayə ol feyyaz əsrar babinə və xaliq pərverdigar cənabinə və xaliq pərverdigar cənabinə ki سخنوران شیرینکار و شاعران şeker cüftarların dəhanələrində əlsine-i icaz şəarlərini bəzmi bəlağətdə ni'əm-i ihsan və xan-i nəvalindən nəvali həyat bəxşa qıldı və ibarəti şirini və mənای rəngin ilə zuruf hurufi dəvayin sihar təbbü sehr afərinləri məclisi fəsahətdə bari mənə və ifzaləndən eksa olacaqdır. Əlbəttə orada bir dənə şey vardı, zı vardı. Və badeyi barə də oxuna bilər. Və bari mənü və igzaləndən piyalə-i keyfiyyət fəza eylədi. Nəzm. Bir dənə şeir yazıbdır. Buradan görürük ki, tamamən, indi ki bunu biraz yuxarı aşağı aparıram, çox gözəl görsənir. Qızılla, ehtimalən qızıl suyudur. Kitabın həm böyrəsini qızıl suyu ilə rəhləyiblər, ehtimal verirəm ki, qızılla yazılıbdır o dövrələr. Çünki kitabı Məkkiyə və hərəmi Həzrəti Muhammed sallallahu aleyhi və səlləmə töhfə eləyəcəkmişlər. Çox xət gözəl, diqqət gözəl, hər şey gözəl və nəqqaşiləri o qızılla da rəhləməli ola bilər. Hər cümlənin sonunda ya hər paragrafı şeyin yerində, virgülün yerində bir böyük qızıldan nöqtə qoyublar. Çox gözəl kitabdır. Yəni bəlkə milyonlar bunun hər səhifəsinin ərzişidir. Həzaran həmd o feyyazə ki söz əhlinə bir meçün. Hezaran həmd o feyyazə ki söz əhlinə bir meçün. Ətay bi nəhayət verdi, lütf-i bikəran etdi. Dəvatini surahi xaməsin saqi xiyalın mi?
Dəvati surahi xaməsin saqi xiyalın می پیاله ظرف حرفینی زبانینی lisan etdi. Bilirsiniz ki, yəni bilirik ki, birinci ayə İslamda o cür ki bizə deyiblər, İqra və Rabbukel Əkrəm. Ya İqra ilə gəlib, indi yadımda ayəsini qaçırtdım. Nəzərimə gəlir ki, və Rabbukel Əkrəm deyil. İqra bi ismi rabbikellezi xalaq. Bəlkə o da deyil. Yox, qatışdırdım. Onun üçün İslamda İqra sözü həm Allahın iki dənə çox önəmli məsələ var İslamda. Biri Həzrət Allah istir dünyanı yaratsın, iradə edir. O iradə edərkən sözü yaradır, səs yaradır, dil yaradır. Nədir? Dili iki hərfidə göstərir. Kon, kafla nun səsi Allahın yaratdığı birincidir. Yəni, yeri, göyləri, hər nə ki yaradacaq idi o birinci, onu yaratmaq üçün əvvəl dil yaratdı. Çünki hər bir şey dil ilə anlaşılar deyə. Onun üçün İslamda dil çox önəmlidir. Tamam filsuflar da, dincilər də o zaman ki yetişirlər, dildən danışırlar. İkinci, Həzrət Məhəmməd o zaman ki gedir, Həra dağındadır, köhülündədir. Orada o köhüldə Hərada olarkən birdən gözünü açır, görür ki, bir nəfər durub yanında, bir dana əcib bir varlıq. Qorxu tutur. Yəni, məsələn, birdən birə görürsən, biri yanındadır və bu, məsələn, adam da olsa qorxarsan, heyvan da olsa qorxarsan, bir əcib bir şey də olsa qorxarsan, yekə də olsa ki, yap çox qorxarsan. Neynəmək olar? Yəni, fikrin ki, bir çadırda yatmışıq çöldə, birdən duraq görək ki, çadırımızda bir ayı var. Əgər qorxmarıq, yalan bir şeydir. Yəni, dilimiz tutular. Qətən dilimiz tutular, bəlkə də ölümə gedərik. Amma Həzrət Məhəmmədə orada deyir ki, bir cürrüqlə yavaşladır, sənginlir Həzrət Məhəmməd, deyir ki, İqra. Həzrət Məhəmməd deyir, oxu. Burada da dillə gələ başlayır. Çünki orada deyir ki, birinci söz ki, deyir İqra. Yəni bir şey göstərir, deyir buna oxu. Orada da dil ilə başlayır bu ilgi. Dil ilə başlayır. Hətta vəhyidə dil ilə başlayır. Yəni vəhyində əcəba Allah buna səs göndərir, ya Cəbrəil gəlir, qışqırır, səs göndərir, fəqət Həzrət Məhəmməd eşitsin. Məsələn, fikrin ki, bizim qulağımızda AirPod-dır, nədir, ondan qoymuşuq, telefonun səsini fəqət biz eşidirik. Ola bilər ki, Həzrət Məhəmməd belə bir səs eşidir özü. Ayrı adam bunu eşitmir, amma o eşidir. Onun qulağında bir güc var ki, bunu eşidə bilir. Hətta bu cür olsa, ya inki məsələn ürəyinə düşür, ya bu ki hiss edir, ürəyinə düşmür, amma bir hissi gəlir ona ki, bu sözlər. Ya bir təsəvvür tapılır onda. Yəni hiss eləmir. Bəlkə bir şeyi görən kimi olur, amma xiyalında görür. Ki orada danışır, bu olur. Mənim özümə olubdur, bəlkə sizlərdə də olub, olmayıbdır. Hangisi olur olsun, bunların hamısında dil məsələsi gəlir ortaya. Onun üçün bunlarda, İslamda, İslam alimlərində dil məsələsi o cəhətdən çox mühümdür. Bu, Avropalılarla tərsinə ki, Avropalılar hər yerə gediblər, insanların, nə oldu burada? İnsanların dinin dəyişdiriblər. İslamda dili, dinə əl vurmayıblər. İslamda bir əcib azadlıq var imiş ki, bizə bundan əslən, ki, məsələn, gedib dedik, vaqa, dini saxlayırsan, saxla. Dili saxlayırsan, saxla. Burada yaşırsan, yaşa. Amma dövlətə bir maliyyət, vergi verməlisən. Yəni, biz əslən bunu Avropada görmürük, bunu Məsihiyyət dünyasında görmürük. Məsihiyyət dünyası hər yerə ayaq basıbdır, ya mənim tayım olacaqsan, mənim dilimi, mənim dinimi, mənim yaşam tərzimi qəbul edəcəksən, ya da öldürəcəkəm səni. Ayrı çarəsi yoxdur.
Onun üçün görürsünüz ki, İslam dünyası da keçən 100 il, 250 ildə işğal olduqca yavaş-yavaş hamısının paltarın, dilin dəyişdirməyə, dinin dəyişdirməyə çalışırdılar. Həzaran həmd o fəyyazə ki, söz əhlinə bilmək üçün, bu bilmirəm nə cür oxunacaqdır, amma söz əhlindən danışır. Ətay bi nəhayət verdi, lütf bikəran etdi. Söz adamları söz əhlinə ətay bikəran o lütf bikəran eylədi. Rivayətini sürahi xaməsin saqi xiyalın mey həman. Rivayətini sürahi xaməsin saqi xiyalın mey. Piyalə zərf hərfini zəbanini lisan etdi. Piyalə zərf hərfini. Hərflər bir şeydirlər. Piyalıya bənzir ki, zəbanını, dilini də lisan etdi. Lisan burada iki dana işləb. Zəban və lisan ikisini gətiribdi birbirinin dibində. Burada biri mənzur dil, ət dildir, biri də lisan deyəndə də mənzur o türkcə, ərəbcə, o dildir. Ya xaliqil bəraya və ya razıqil ətaya. Burada qutarda yenə bir ayrı nəzmi başlayır. Padişah-ı aləmpənah nəzvə geçdik. Yəni gedək görək ki, bu birisi səhifədə nə görsədir. Aləmpənah zadəllahu əl-ulah və ətahu cəmi'u ma yuhibbuhu və yerzah. Nəzm yenə də getdi şeirə. Dəst-i qudrətlə yox ikən aləmi var eylədin. Xəlqini müslim qılıb kimini küffar eylədin. Xaridən güllər bütürdün, xaridən güllər bütürdün, nəxlidən xurma yetər. Çox gözəl. Xaridən güllər bitirdin, nəxlidən xurma yetər. İbrət üçün qullərünə hikmət izhar. İbrət üçün qullərünə hikmət izhar. Kiminə verdün behişdü xələtü tacu kəmər. Kiminin yerin cəhənnəm mənzilin nar eylədin. Bu da şeir idi. Ya Kerim, orada başlamışdı oxumağa, onu devam. Ya Kerim و ya Rahim ya Gaffar ya Settar آتنا فی الدنیا حسنة و فی الآخرة حسنة و قنا عذاب النار و الصلاة و صلوات لا یعد و سلام لا نهایه بلا نهایه اول خانسالار o xonsaları. Xonsar sözü ki, bir tane de adlı İran deyilen yerde bir şehre, o da Türk'tür. Xansalar. Nimet kan beyane ve süfrekeşi eşrafi ازیافی معاید تبیانه که بر مقتضای کنت نبیا و آدم و بین الماء و تین مطلع دیوان نبوتی کن yenə və innə minəl bəyani lesəhrun. Bəyan özü, dil özü, danışıq özü bir sehridir, bir cadudur. Çox gözəl deyib bunu. Nidai səadət fəzasilə bu ayənin və innə minəl bəyani lesehrən nidai səadət fəzasilə nazıman meani ve beyani süfreyi ihsane davet etti ve ber mübtegayi velakin Resulullahi ve Xatamun Nebiyyin maqta'i dastan risaleti iken yine ve inne mine şi'ri lehikme salayi seyadet intimasıyla gafiye subhane قافیه سنجان اشعار و اوزانی خان بیکران و نعمت بی پایان ایله زیافت ایلدی. نظم جنجتی شعره.
سلات بیکران اول افسح افراد insana که benzetti bəyani sehrə miqdarın əyan etdi. Salat بیکران ol افسح افراد insana که benzetti bəyani sehrə miqdarın əyan etdi. Dəcülkən zat paki şairi sahir nə hikmətdir. Dəcülkən zat paki şairi sahir nə hikmətdir. Deyib əşarə hikmət əhlinin qədrin bəyan etdi. Çox gözəl, çox əla bir şeirlə üzbəyüzük. Burada bu dibaçə, bu dibacəyi ziba və xutbi qərradə hər məhəldə ki qırmızı bir şey qoyubdu o və ləhu ləfzu təhrir oluna və ləhu ləfzi ləhu ləfzi təhrir, burada bu ləhu yazmışdı qırmızı, o üstə hələ oxumamışıq, oraya yetişməmişik. Deyir ki və ləhu yazılsa ləfzi təhrir oluna zəmiri həzrət padişah cahan və xaqan dövran ədam Allahu ömrəhu ilə axir zamanıdən kinayətdir. Yəni Həzrət Padişah Cahan ehtimalən ya Həzrət Məhəmmədi deyir, ya Sultan Süleymanı deyir. Mən burada biraz qaldım. Həzrət Padişah Cahan və Xaqan Dövran dediği üçün Həzrət Süleyman deyir. Bu kitab Həzrəti Əxlaq-ı Süleymanı dediği üçün də, kitabın adını qoyduğu üçün Süleyman Qanuni çağında yazılmış olacaqdır. Çağında yazılıbdır, pəs ona gedir. Əlbəttə bilirsiniz ki, Həzrəti Allah rəhmət eləsin Süleyman Qanuni Həzrətlərinə, onun özü də çox dərin düşüncəli şairdir. Kitabı üstdən oxurduq, gəldik, xara yetişdik, dedi ki, şeir oxurduq, axırı şeirlə qutardı, davamı indi ayrı bir şeydir. Ey Rəsul-ü Səqələyn və ey Nəbiyyəl Kowneyn və ləhu xalladallah xəlafətəhu və əbbədə dol. Baxın, burada birinci dəfə deməli sultan. Xəlafət dedi. Çünki kitab siyasət haqqında deyil, din haqqındadır. Din baxışlarından baxacaqdır. Onun üçün demədi ki, sultan. Üstə görürsünüz, üstə dedi ki, o zaman ki istədi deyə, dedi ki, Həzrət Padişah Cahan və Xaqan Dövran ədam Allah ömrəhu ilə axir zaman. Ondan deyir ki, bunlar şeylə və ləhu deyəndə o padişahdan deyir, hikayət eləyəcəm. Bu sözlər onu şeydir. Və ləhu xalladallahu xilafətəhu və əbbədə dövlətəhu nəzm. O Həzrətdən bir şeir gətirir. Tənrinin xas qulisən Buradın oldu Məhmud. Ehtimalən Murad olacaqdı. Mən Brad oxudum, qələtdir. Murad olacaqdı. Tənrinin xas qulisən Muradın oldu Məhmud. Səndə cəm oldu səxavu kərəm ehsan ilə cud. Dəviyə həqqə yetir gərçid bugün iki cüvah. Haqq Rəsulun olduqla çar kitab oldu şuhud. Roşən etdin bu cəhan zülmətini nurun ilə. Zindədir abi ətan ilə. Bugün bağı vücud. Ruzi məhşərdə dəxi lütf ənayət eylə. Ruzi məhşərdə dəxi lütf inayət eylə. Muxti'i و müczüm asiyə şəfaət eylə və hezaran dərdü həzaran və həzaran durud səadət vurud. Burada qutardı. Bu şeiri ki və ləhu demişdi, yəni Xaqan-ı Müəzzəm Sultan Süleyman xandan Allah rəhmət eyləsin, o şeir qutardı.
Ali kiram, əlbəttə bunu xatırladım ki, öncələrdə selamun aleyküm, aleyküm selam, xoş gördük. Necəsiz, yaxşısınız? Bunu ərz edeyim xidmətinizə ki, öncələrdə Sultan Süleymanın divanın açdıq burada. Bir 10-15 səhifədə oxuduq. Elə oradan buradan. Ki, görək içində bir farsı tapa bildik, farsı tapmadıq. Onun üçün o farsların da yaratdığı yalanını gördük. Ali kiram və əshab-ı izamə ki, hər biri bəhr-i ulumidən zu həzzi və vafir, vafir yəni çox, bəlkə bəsit bər bəhr-i zaxir, çox ədəbi və müddət-i mədid, ruz təvilidə saim və leyl qəsiridə mütədarik və qaim. Mütədarik yəni tədarük görürlər ahirətə də, gecələr ayıq qalırlar, namaz oxurlar, ibadət edirlər, Quran oxurlar, düşünürlər. Quran oxumaq düşünməkdir. Əgər Quranı ölü qəbri üstündə oxursunuz, əslən ərzişi yoxdur. Çünki düşünmürsünüz. Orada qəbir üstündə düşünmək çox çətindir. Əlbəttə gedəsən, tək edəsən, ağlamayasan, oturasan, düşünəsən ki, mənim də sonum buradır. Mən burada dünyada nə cür yaşamalıyam? O başqa bir şeydir. Orada Quranı oxusan, təbii ki, düşünərsən. İmtisal-i əmr zilcəlalidə tamami xəfif-ü səri' və qitali səff-i ricalidə hər biri ceddicində sabit və tədsəqil bilmirəm nə olar, tədsəqil və məcmui bilafasli cəbəli məni uca, cəbəl dağ, ədayə sovt və sədaləri rəcəz və həzəc və əvliyaya nəzm kəlamü ədaləri miftahül fərəc, miftah kilit, fərəc açılmaq, səy və təvaf və rəmlidə hər biri çabük və cüstü münsərih və məbnai əməl burada əlif ilə yazılır, yəni arzu, dilək. Məbnai əməl qəlblərindən mücəttəs bilmirəm nədir. Əlbəttə burada Google-də sorursaq bəlkə bizə bunu deyər, amma mücəttəs. Görək mücəttəsə bir şey deyir, bu görək ki, nədir? Mücəttəs kəlmə-i ərəbiyyə fəsih və hiyə ismi fail min fə'lil ictəssə ələ vəzni iftəalə əlmənə. Müctəssə məqlu'un min əslihi mənzu'ul cüzuri məqtu'un min əsasihi. Yuqalu şəcərətun mücəssə'i muqtəli'ə min cüzuriha. Və yestəmulu izən məcazən fikrətun mücəssətətun məxuzətun bilə əslin və vazih. Kökü bəlli olmayan bir şey. Tamam. Və məbnai əməl qəlblərindən mücəttəs deyir ki, bəlli deyir ki, bu arzu qəlblərində hardan tapılır? Olmaqla, mücəttəs olmaqla dilləri münşərih şərh eləyən, danışan, açıqlayan, şücaətdə, asudə, müşabihü və muzari və qənaətdə bərki tərrə ilə bağışlayın və qənaətdə yerün tərrə ilə nan xoşqə qani, yerdən çıxan tərə ilə ya bərki tərrə ilə tərrə rığın üstünə təşdid qoyduğu üçün tərrə ilə nan xoşqə qani ulum fəzaildə uləma-i ümməti kə-ənbiya-i bəni İsrail. Həzrət Məhəmməddən bir hədis gətirir. Müqtəzasınca bu ayənin, bu hədisin mənasına baxarkən dərəcəyi ənbiyaya mütəqarib yəni yaxın. Məsələn, gözlərimiz mütəqaribdirlər, bir-birlərinə qərinədirlər, bir-birlərinə bənzirlər. Yəni, əlbəttə gözlər %100 hər şey %100 şey olsun, bir-birinə bənzəsin deyil. Biraz fərqi var. Hər halda biri çəpdədir, biri soldadır və biraz da içlərində fərqi ola bilər. Amma mütəqaribdir, yəni
biri aşağıda, biri yuxarıda deyil məsələn. Ya biri sağa baxa, biri sola baxa, o cür deyil. Ona görə mütəqarib. Hətta məsələn hərəkət edəndə sağa, sola bərabər, mütəqarib, qərinə, bir-birinə hərəkət edilir. Və əshabi kən-nucumi bi əyyəhum ihtədəytum. Mənim səhabələrim, yoldaşlarım ulduzlara bənzirlər. Hər ki, əgər onlara iqtida eləyəsiniz, onların dalını oxuduq, dedik ki, qələt oxumuşam. İndi burada mənasincə, o üstə oxuduq mübtəqasincə ki, dedik bilmirik nədir. O əslən məna sözünün nun sözü gedib o cür yazılıbdır. Ona görə burada məbna, mübtəqasincə galibdir ki, yerinə həman oldu. Mübtəqasincə. Məbnasincə istirdim oxuyam, yox məbnasincə ya mənasincə deyil. Çünki bir dənə B var, bir dənə T var, bir dənə Q var. Mübtəqasincə ifade-i məsail və icari dəlaildə kamil və müqtəzəblər idi. Nəzm, şeir gətirir. Ol ey dili ey dil peyravi ashab zira. Ol ey dil ol calib yazıb burada. Peyrovi görün necür yazıbdır. Peyrov ayrı. Peyrov değil. Peyrov. Peydən getmək. Peydən getmək. Çox calib türkcəsin. Yəni bu kitabları oxudumsa mən türkcənin kökü ilə tanış oluram. Ki farsçada işlənir. Onun kökü ilə. Ol ey dil peyruvi ashab zira. Hidayət çərxinə anlardır əncüm. Kim eylərsən zəlalətdə təriqün, kim eylərsən zəlalətdə təriqün, bi əyyi iqtidəytüm ihtidəytüm, bi əyyin iqtidəytüm, hangisına iqtida elərsiz, ihtidəytüm, sizi yola aparar, düz yola aparar. Allahümmə ya müfizəl xeyri vəl cud. Müfiz feyz sözündən gəlir. Ey xeyri və xeyr işləri və xeyirliği və cud kərəmi, bəxşişi, bağışlamağı verdin. Ya müfizəl feyzi verən, yəni bunları verən. Nə mənə verirsən? Xeyrinlə cudu verirsən. Səllə ələ ayəti sucud fi suhəbəl vücud seyyidina və seyyidəl ənbiya və uliya vəl əxyar və ələ alihi və əshabihi minəs sabiqinəl əvvəlin vəl muhacirin vəl ənsar və ələ mən təbə'hum bi ihsanin və ələ mən yəqtədihim min əhli iman ilə axiriz zaman umumən və xüsusən ələ mən təbə'hum fi ta'zimi cəmi'i əvamirillah və ələ mən yəqtədihim fi şəfəqəti cumhuril xalqillah. Cumhur sözü görürsünüz Sultan Süleyman zamanında da işlənirmiş. Sonra gəlib cumhuri deyə şey olubdur. Və huvə sultanil, yəni düşüncə olaraq cumhur kəlməsi var. Düşüncə olaraq demirəm ki, cumhurdan burada mənzur cumhuriyə Amerika ya cumhuriyə Fransa ya cumhuriyə Alman deyil. Amma cumhur kəlməsi düşüncə olaraq İslamda var. Çünki gör nə deyir? Deyir ki, və ələ mən yəqtədihim fi şəfəqəti cumhur, cəmi insanların cəmlığında məhəbbət, şəfəqət. Və mən yəqtədihim fi şəfəqəti cumhuri xalqillah, Allahın xalq elədiklərinin cumhuri. Yəni burada bir cumhuriyə insanidən danışır. Yer kürəsi cumhurluğundan danışır. O halda ki bizə bu günləri cumhuriyə Amerika cumhuriyə, Fransa cumhuriyə, Alman cumhuriyə, İslamiyə, İran cumhuriyə, Əraq cumhuriyə, Suriyə cumhuriyə, Bəluçistan, nə bilim Pakistan filan bunlardan danışırlar. Burada gör düşüncə nə qədər üstündür. Düşüncədən danışırıq. Fi şəfəqət cumhuri xalqillah və huvəs sultanil adilil əzəm vəl xaqanil
عالم المعظم سلطان سلاطین الزمان باسطی بساط الجود والامن والامان حافظ البلاد الله ناصر عباد الله حامی نواحی اهل الایمان ماهی آثار الکفر و الظلم و الطغیان ظل الله تعالی fil arz Allahın yeryüzündeki kölgəsi kimdir bu belə üstündə gəldi başladı Huvə Sultandan buracan 4 sətir buracan yazıbdı muavini sünnəti və muqimi müqtəzəl vacibi vəl fərz beyd hələ şahın adını demədi yafnil kəlamu və la yuhitu bi vasfih uhitu ma yufna bima la yunfad az Sultanul Qazi getdi acıraq adını deyəcək Sultan içi savaşçıdır və yaralanıbdır Əbul Fəthi vəl Muzaffari və Zafari Əbul Fəthi və Zafari vəl Məğazi nəzm getdi yenə adını demədi gedəcək görə harda adını deyir uzun bir şeir yazıbdır Şəhi kamil ki cisminin vücudi aləmin cani Şəhi kamil ki cisminin vücudi aləmin cani kəlami mürdə dillər dərdünün İsa-i Dovrani dili bazı fələk dili bazı fələk pərvaz mərdi و cəhangiri زبانی bülbüli جویای gülzar سخندانی بلاغت جهانون حافظی سهبانی سلمانی بلاغت جهانون حافظی سهبانی سلمانی فصاحت زمانون خسروی خاقانی حسانی رسومی naməsi kamillərin mənşur iqbali رسومی naməsi kamillərin mənşur iqbali rüqumi xaməsi bidillərin herzi dili cani herzi dili cani turabi babi iksiri saadet cövheri dövlət turabi babi iksiri saadet cövheri dövlət غبار آستانی توتیای چشم نورانی توتیای çeşm nurani türkcəsini oxuram. Farsça deyəndə Tehran ləhcəsi ilə danışmasaq yaxşıdır. Ayağı toprağı taci səri kəsra və əfridun yedi gəncineyi bəxşi yedi gəncinə bəxşi xibti ənbac ünvani cəmali burcu izzət əhlinin mahi cahan tabi xəyali günci izzət qovmunun şəm-i şəbistani salatın qəza əndişənin salatini qəza əndişənin şahi əbun nəsri əsatini ətaya pişənin əsatini ətaya pişənin sultan Dovrani səxavət məclisində lütfü cudun heydəriyu qəti şücaət ərsəsində zərb-u hərbün mərd meydani pənah dini dünya və məlazi dövləti uzma غنیه فضل ربانی فقیره ذل یزدانی حیاتی جسم عالم جان پاچی غالب آدم حیاتی جسم عالم جان پاچی غالب آدم سعادت mülkünün İskəndəri dəhrün Süleymani adın dedi sonunda amma yenə devam edir dini dünya Həzreti Sultan Süleyman xan Kezatidir xilafət aləminin kamil insani. Həzreti Sultan Süleyman xan rəhmətliğin adın sonunda dedi, amma şeirin davamı var. Ədalət qəsridir ol bu fəzail çar divari xudadan istərəm kim haqq müəbbid eyləyə ani. Müəyyəd gərək olsun. Müəbbid bir dana nöqtə görürəm, amma ehtimalən 2 dana olsun, çünki müəyyid yaxçı vəli verir. Xudadan istərəm kim haqqı müəyyid eyləsin ani, eyləyə ani, səadət həmnişini dövləti müsaid bəxt yar olub. Səadət həmnişin dövlət müsaid bəxt yar olub. Olə zat-ı şərifi məzhər-ü tafi Rabbani. Olə zat-ı şərifi məzhər-i əltaf Rabbani. Livavu əskəri ilə, al-aladi ilə var olsun.
liva ve askeriyle al udadiyle var olsun muazzez ola daim bəndəsi əyani ərkani. Amma bəd, sultanın adını dedi, bəs bəllidir ki, kitabı o zaman yazıbdır. Biz də bunu oxuduq, neçə yerdən bəlli oldu. Onun üçün kitabın tarixi üst-üstə ələ çıxar. Yəni, burada tarix də qoymasa biz, burada yazsaq Sultan Süleyman Qanuni Həyati Xülasə və Qəməri yazaq ki, da bunu sonra şey eləməsin. Qəməri. Tamam, xülasə desə tarixin burada yazarıq. İləkə xilasətü həyatı Sultan Süleyman. Nə əcəb bunları ərəbcə yazır. Dünənlər farsça yazırdı. Bunu burada yekəldik. İstəyək bunu oxuyaq. İləkə xilasətü həyatı Sultan Süleyman Qanuni bir tarixayı hicri yenə də farsıya çevirdi. Qəməri be surəti dəqiq və füşurdi. Sultan Süleyman Osmaninin 10-cu padişahı. 10-ci padişah. Təvəllüd, doğum 915 hicri qəməri və ölüm harada? Trabzonda doğulubdur. Mən heç bunu bilmirdim. Trabzonda doğulubdur. Culus səltənətə dədəsi Sultan Səlim əvvəldir. Atası Sultan Səlim əvvəl. Culusu 926 hicridə 26 yaşında. Mühümtərin fütuhat və vəqayi bi qəməri. Belgrada alıbdı 928-də. Bu bir dənə yazıbdı 926, orada yazmayıb ki, haranı alıbdı. Yox, yazıbdı. Fəthi Belgrad. 926-cı ildə Belgrada alıbdı. 928-ci ildə ən böyük savaşı Belgradda ehtimalən eləyibdi. Yəni, o zamanacan çəkib ehtimali ola bilər. İkinci savaşı Rodos adlı bir yeri alıbdı 929-da. Xuruc-i kamil şüvaliyahayı hospitaler az cəzirə. Niyə ciddi buranın şeyi yazdı? 932-də şikəst-i kamili Məcaristan ağaz-ı nüfuz-i Osmani der Avropayı mərkəzi. 923-də Məcaristanı ələ keçirdibdi. 936-da 4 il sonra Viyanı mühasirə eləyibdi. Viyanı almaq üçün ala bilməyibdi. Mən dünən bunun tarixini çox diqqətlə qulaq astım. Dokumenteridə qulaq astım. 5-ci Cəng-i Səfəviyan Sülh-i Amasiyyə adlı bir sülh eləyiblər 955-də. Yəni 36-dan 55-əcən böyük bir savaşa girməyibdi. Məmulən özü savaşa gedirdi, özü savaşırdı. Ləşkərkeşi dovun be İran eləyibdi. Burada İran niyə yazıblar? O zaman İran yoxdur. O zaman Səfəviyyə torpaqları var. 962-də Sülh-i Amasiyyə yəni Osman və Səfəvi gördü, burada yazdı. Osmani orada hükümət adıdır, torpaqların adıdır. Torpaq adı deyil, hakimiyyəti o torpaqlar ki, Osmanlı bayrağının adındadır, onun adı Osmaniyyədir və Səfəvilərinki də o da ona adaydır. Fəthi Trablos və Tunes ha zaman bir fərmandahi Xeyreddin Barbarossa ki, bu Amerikanın Hollywoodun filmlərində bir dərya, bir nə deyirlər türkcə buna? Hər halda Dozlu Dəryayı deyirlər fars dilində. Onu çəkirlər ki, bu saqqalları ilandı. Həman adam Barbarossanın
qorxusundan o cür onu çəkirlər, o cür göstərirlər. Trablos və Tunis 6-cı savaşı 942-də. Necə oldu? Bu 55 ilə gəldi, burada 42 arasında şey eləmir. Düz yazmayıb. Yəni tarixləri düz yazsaydı biz bu iştibaha düşməzdik. 42 və 53. Bu deyir bu tarixlər arasında olubdu. Qəvanin Sultan Süleyman به سبب تدوین و ساماندهی قوانین شرعی عرفی لقب قانونی yəni birinci dəfə qanun yazıbdı. Modern qanun. O zaman ki hələ bu zaman Avropada qanun yoxdur. Eləyə bilir əlbəttə soruşaq. İndi bunu mən Google-dən elə burada soruşaram. Vəfatı ha zamanında bunu da yazdım. Vəfat meydan cəng در محاصره سکتوار Macaristan. Macaristanda 20 Səfər 974 Hicridə vəfat edibdi. İndi mən burada bundan bir sual soruşum. Əcəba o zamanda Avropada yazılı qanunlar var mı idi? Bəli, Sultan Süleyman qanunu Sultan Süleyman əsri filan. İndə Avropada yazılı qanunlar artıq mövcud idi. Beləsi bir şey yazıb. Görək nə cür olubdu. Mən ərəbcə yazmışam, bu getdi latincə yazdı. Yəni qatışdırır. Süleymanın adlandırılmasının səbəbi yalnız Osmanlı daxilində qanun nizam gətirməsi deyildi. Onun dövründə Avropa dövlətlərində deyə yazılı qanunlaşma codification sürətlə inkişaf edirdi və Sultan Süleyman da bu səviyyədə qanun qurucusu kimi tanındı. O zaman Avropada yazılı qanunlar varmı idi? Bəli, çox idi. Sadəcə bir dana kəlməni beləsi yazdı, qalanı getdi. Türkcə, ərəbcə yazsa mən daha qoy burada yazdım ki lütfen Türkçe, Ərəbcə əlifba ilə yaz. Görək bundan bizə beləsi yazsa yaxşı olar. Bu cavabı Türkçe, Ərəbcə əlifba ilə yazıldı. Əcəba o zaman Avropada? Bəli. Eyvah! O zaman da Avropada yazılı qanunlar var idi. Məsələ 15-16-cı yüzillərdə İtaliyada, Fransada və sair məmalikdə mədəni və cəzai qanunların yazılı nüsxələri mövcud idi. İzi yazıb. İndi burada qələti imlası. Hər çəqər ki bu qanunlar bugünkü qədər münəzzəm və cami deyil idilər, yenə də dövlətlər yazılı qanuni əsaslara sahib idilər. İstəsən o məmalikin adlarını və dəqiq misalları da Türkcə, Ərəbcə əlifba ilə yazıram. Tamam. O zaman da qanun var imiş. Amma bir sual soruşaq. Əcəba o zamanda Avropada məclis mi var idi? Görək onu da ana sualınızın Osmanca, Türkcə, ərəb əlifbası ilə cavabını buyurun, hazır edirəm. Əcəba o zaman da bəli. O zaman yəni Sultan Süleyman Qanuninin dövründə 926-cı il ilə 974-cü qəməri illər arası Avropada bazı yerlərdə nümayəndələrdən ibarət məclislər var idi. Amma bunlar bugünkü anlamda parlaman deyil, istiqrat ruhanilər və şəriflərin toplantısı şəklində idi. Bir qaç mühüm misal.
İngiltərə Parlamanı adlı məclis mövcud idi. Parlaman adlı məclis mövcud idi, amma həqiqi qüvvətdə də çox kralın əlində idi. Amma həqiqi qüvvət də çox kralın əlində idi. Yazılı qanunlar da var idi, amma səlahiyyətləri məhdud idi. İspaniya Cortes deyən məclislər var idi, amma həqiqi o qüvvət hökmdar kral əlində qalır idi. Portugal, Hollanda, İtaliya, şəhər dövlətləri. Görürsünüz, hər yerdə bu şəhər dövlətləri bəllidir. Yəni, o zaman ki, deyirik, imperatorluq, imperator şəhər dövlətlərinin, hər şəhrin özünün bir dövləti var. Elə bu, İran adlanan yerdə də bu cür idi. O dövlətin adı şeydir. Məsələn, ona deyiblər, məsələn, deyək ki, 1000 nəfər adamı var idi, 2000 nəfər adamı var idi o şəhərdə. Ya 5000 nəfər. Onlar seçirdilər, məsələn, əgər seçmə olsaydı. Amma burada görürsünüz ki, deyir o cürdə deyil. Mollalar, pullular və dövlətdə işləyən böyüklər, vəzirdən filandan, onlar olsaydılar, onlar məclis düzəldilər. Tamam, bunları da geçək. Tamam, gəldik, buradan geçdik, görək ki, kitabımızı. اما بعد خاطر پاک صدرنشینان محافل ادراکه که به حسب المعنا فضای پهنای مساحی سمکün olacaq. Səmün. Kaf burada nun oxunacaq. Səmün və səmanün. Səmakidən. Səmək və səmakidən. Bəs oxuyaq. پهنای مساحی سمک و سماکیدن و وسیع و ضمیر دراک خلفای ممالک خاکه چه حرکت فکریسی دور افلاک و شعاع مهرتابانیدن سریعدür مهری تابناکیدن سریعدür ظاهر و پیدا و روشن و هویدادر که قدرت نظم کلام عنوان نامی فضائل و معرفت انشاء اعلام مرام نقش خاتم رساله فواضل ادیچنه معنای و علم آدم الاسماء. Burada ayət, Qur'andan bir ayədir. Ayənin bir parçasıdır. Həzrəti Adəmi yarattı və ona dil öyrətdi. Adəmə və əlləmə Adəməl əsmaə. Dəlil vazih və roşən və fəhvai subhanəkə la ilmə lənə. Bizim düşüncəmiz, elmimiz, bilgiliyimiz yox idi o günə qədər. Burhan-ı zahir və mübəyyindir və məhzən zuhur əfzəliyyət Adəm dəgil بلکه نظام تمام عالم وسیله داعی کلام و واسطه مقتضیه ترجمه اقلام ایلدر. زیرا که بر مقتضای انما امره اذا اراد شیئا ان یقول له کن فیکون. صدفی دریای بروز و کمون بلکه درری غرری مظاهر ظهور و بطون منشآت انشاء رسالی کاف و نون و مقتضیات رموز مکنون نون و القلم و ما یسترون. Bu da cür ayədir. Abi xəttindən yazıblar. Bura çox gözəl mavi xəttindən. İdi ki indəl əfadili mübəyyən və mübəhər indəl əfazili mübəyyən və mübərhəndür kəlami bi huruf və əsvati ki mənşai nişai mevt və həyati ki ayət aaddır. Kainatdır. Üzr istəyirəm. Kainatdır və vasitə idam və ifnai əbdan و اعمار və rabitə iadə və əbqay ərvah və əsrar və asarıdır. Burada birinci dəfə mən bu kitabda görürəm ki,
bu alim müsəlman cismin maad dedikdə cismimizin qeytmağından danışmır. Bəlkə ruhun danışır. Və rabiti iadi və ibqai ərvah, əsrar və asar. Bu üç dana qiyamətdədir. Bir mucibi iqtizai fəhvayı. Bir dana ayətin deyir ki, bu ayətdən bunu aldım. Əntə kəma əsnəytə əla nəfsikə. Alimi əzəldə. Mən bunu əsnəytəni bilmədim nədir, ona görə məndə eləmədim. Aləmi əzəldə muradifi vücubi pərverdigar idi. Və bər mübtəqayı, yenə o təkrar olur. Mübtəqayı məğzayı limənil mülkəl yom lillahil vahidil qəhhar. Sual soruşur Quranda, sonra cavab verir. Limənil mülkül yom. Bu günləri mülk kimin əlindədir, kimindir? Lillahil vahidil qəhhar. Təhcə bir Allah üçündür ki, qəhhardır. Alimi la yezalidə küllü şeyün halikin illa vəçəh. Deyir ki, aləmi la yezalidə. Aləmi la yezal nə demək? Qurandan ayə gətirir. Küllü şeyün halikin illa vəçəh. Hər şey aradan gedəcəkdir illa Allahın özü, vəçəh Allah. Mənasından kaşif əsrar olub hüvəl əvvəl vəl axir. Hardan gəlir bu ayədən? Mənası alih, şiar və disar olacaqdır. Nəzm. پس بگفتیم و شنیدیم سخن بود آخر پیر نو خواستی کو حل معما می کرد. پیر نو خواستی کو حل معما می کرد. سخن است اول اشتباه و سخن آخر چار. سخن است اول سخن است اول و استباو و سخن آخر چار. در میان هر چه خبر راست tamaşa mi کرد. Kamil baş tapmadım. Bu ast olacaqdı fikirəm. Suxan است اول و است با و suxan آخر çar. Bu baş tapmadım ki است با nə mənə ola bilər. کلام خوب نظام سعادت فرجام mucibi həyat əbədiyyə və müstəlzimi səadət. İndi sözün özündən danışır. Söz nə deməkdir? Kəlam xub, nizam səadət fərcam, mucibi həyat əbədiyyə və müstəlzimi səadət sərmədiyyə. İdükən, yəni kəlam xub belədir. İdükən kəlməteyn şəhadəteyn. İki dənə cümlə var. Kəlməteyn şəhadəteyn nisab şəhadətə vasil olmuş iki şahid adil və iki güvahi bir mümasildir. Beyt. Müvəhhid həzzi bi payan bağı xuldə layiqdir. Müvəhhid həzzi bi payan bağı xuldə layiqdir. Bu dəvaya xuda şahid kəlamullahi natiqdir. Xuda şahid kəlamullahi natiqdir. Kəraməti kəlamə münkir. Dilə çox əhəmiyyət verir. Kəraməti kəlamə münkir ulul əbsar yanında kafirdir. Hər kəs dilin, kəramətin inkar eləsə, ulul əbsar yanında ürəkdən gözləri görən, düşünən, ulul əbsar yəni düşüncə sahibləri deyək da. Düşüncə sahibləri yanında kafirdirlər. Kafir kimdir? Hər kəs ki, dillərin kəramətin inkar edir. Və bu məni əhli iman yanında zahirdir. Amma ki, bunu mən əvvəldə biraz açıqladım. Amma ki, kəlam dəxi bəhəsəbil surəti vəl məna. Kəlam deyəndə mənə həm onun ağızdan çıxan səsi və həm də onun mənası, onun içində daşıdığı məna. O səs ki, məsələn, yox, bir dana Çinli danışır. Biz onu baş tapmırıq ki, səsini eşidirik, amma mənasını bilmirik. Fərqi budur. Bəhəsəbəl surət, yəni səsini eşidirik, surət.
Surəti səs, səsin görüntüsü, eşidiləni yəni. Və amma mənasını düşünmürük. Vəl məna deyir, mənasını da gəl düşünəsən. Və bəhəsəbi tərkib, sözün içində nələr var ki, onu o şey, vəl fəhva və cümlə nəyə işarə eləyir? Yəni nə haqqında danışır? Mənası var, amma fəhvası nədir? Ondan nəyə işarə eləyir? O söz, məna nələrə görə? Yəni mənanın özü bir şey anladır, amma mümkün bir ayrı bir şeylərə də dəlalət eləyər. Mütəfavit idi ki, sabitdir. Mütəfavit olduğu sabitdir. İdi ki, yəni olduğu. Xüsusən əla təqdiri təfavütü məratibil qail bir-birindən. Deyən, o adam ki deyir ha qail, o adam ki deyir. O deyənin bir-birindən deyir adamların fərqi vardır. Hərə öz təcrübəsi qədər, öz dildən bildiyi qədər, savadı qədər, düşüncəsi qədər, anlayışı qədər, oxuduğu qədər, dolandığı qədər, yaşadığı qədər, alimlərlə oturduğu, durduğu, oxuduğu qədər, eşitdiyi qədər. Yəni biri çox, biri az bunlar hərədə. Onun üçün deyir, hərə öz ağlı qədər danışar. Bir-birindən tamami mütənazil və mütəfazildir. Bir-birlərindən mütənazil aşağı yuxarı. Mütəfazil yəni bir-birindən artıq əskikdirlər. Və lakin əfzəlü və əhsəni kəlam kimdir? Və əkməl və əbyəni məqal vacibül ihtiram. Kəlam-ı Rəbbil ənam deyir ki, qabil ehtiramda kimdir? Kəlam-ı Rəbbil ənam. İnsanların, ənam insan. İnsanların Rəbbinin kəlamı. Rəbbi mən özüm bunu heç yerdən oxumamışam. Burada yazım. İndi bizə bu ChatGPT yaxçıdır. Rəbb sözü məna Rəbb. Görək ki, Rəbbi nə deyir? Rəbb ərəbcədə bu anlamları daşır. İndi də ərəbcə və əsl mənası sahib, malik, tərbiyəçi, idarə edən, boynunda olan, yəni götürən, böyüdən, götürən, böyüdən, yönətən, tərbiyə edən. Rəbb bu mənadadır. Yəni, mən bunu nə demişdim? Mühəndis demişdim. Çox, mən düz demişəm əslində. Əslində düz demişəm. Rəbb mühəndisdir. Biz mürəbbiyuq, yəni mühəndisik, istəyirik o uşağı, o şeyi nə cür şəkilləndirək. Mədrəsədə mürəbbi var, yəni o gəlir bizim bizim davranışımızı mühəndislir, yaşayışımızı. Müəllimlər mürəbbidirlər. Niyə? Çünki bizim beynimizi mühəndislik edirlər. Duyğularımızı mühəndislik edirlər. Kəlam-ı Rəbbil ənam və məqal-i məlikil əzizil əllam əlləti kəlimətəhu ələt kəlimətəhu və cəllət hikmətəhu. ehtimal verirəm bu ayə deyil. Mən bunu eşitməmişəm. Ona görə deyirəm bəlkə bu hədis olsa ola bilər, ya ərəb sözü ola bilər. Ələt kəlimətəhu və cəllət hikmətəhu. Der ki, yəni bu nə deyər? İcazi, icaz, bu kəlməni, yəni bu cümləni şey deyir, ələt kəlimətəhu və cəllət hikmətəhu, bunun icazi, icaz və itnabi uzunluğu fəslul xitab, sözlərin sonu və musavati qulubi mərzayə müdavadır. Təzhib və tərtibi və əsalib tərkibi. Wow. Qudrəti idrak bəşərdən ali və quvvi vəhmi əhlu berru mədərdən bəru mədərdən. Berru bəhr, burada mədər fikir eləmişəm onu, yəni indi bəhru yağış, fikir mədər o olacaqdır, amma yazaq, soruşaq, görək ki, mədər nə deyir? به عربی مدل واژه‌ای فصیح و کهن است و چند معنی مهم دارد. خاک سخت، خاک آمیخته با آب. جمع آن امدار یا مدور. پس düz demişik buradan, amma mənisini iştibah demişik ehtimalən. Çünki bəhri dedik, onu har deyilik. Bər su olacaq onda və mədərdən.
müteali edüküne ve in kuntum fi reybin mimma nezzalna ala abdina fa'atu bi suretin min mislihi. Qur'andan bir ayədə Həzrət Rəsulullah deyir ki, əgər şəkkiz vardı ki, Allah tərəfindən gəlibdi, buna bənzər bir ayət, bir surə gətirin. Sonra deyir ki, bir ayə gətirin. Dəlilun qəviyyun kafiyyun və təlif əcayibi fəhva və məzmuni və tərsifi qərayibi mənai məknuni ma'rifət və iz'ani işrafi mələikdən mütəbaid və itqani və iz'ani azhani sükkani səb'i əraikdən mütəcaviz və mütesaid edükünə لو كان من عند غیر الله لوجدوا فيه اختلافا كثيرا. Əgər Allahdan qeyrisindən olsaydı bu Qur'an, onda çoxlu ixtilaflar tapardınız. Burhanun celiyyun vafidir. Müfal celiyyi vafidir. Burhan dəlil, cəli aşkar, vafidir, kafidir. Nəzm. Ana iman gətirmək, Allah'a. Ana iman gətirmək sərmədi izzətdir insana. Bunu zövq eylədim bir halət imiş leyk vicdani. Cəhan istafinə düşməz əgər ana bənzərdir. Cəhan istafinə düşməz ana bənzərdir. Qiləldən feyz dəryay qidəm umman imkani. Və kəlam-ı məxluqdə əşrəf və əfzəl və əltəf və əcməl kələmat hudatu subuli a'ni ulul azmi minər rusul və sair ənbiya-u izam və o əsfiya-i kiramdır ki, hər birinin bəyani və təbyani vəhy ربانی و ilham subhani و feyz یزدانی و ifazı آسمانی در صلوات الله علیهم السلام. Xüsusən şeir. Ol əminin ki 72 dili söyləyən xamə. O ümminin ümmi əmin deyilmiş. Ol ümminin ki 72 dili söyləyən xamə. Bəlağətdə kəlamının hənuz olmaz zabandani. Həyat-ı cavidani buldi sözündən neçə bin mürdə. Həyat-ı cavidan buldi sözündən neçə bin mürdə. Dəmindən tazələndi nəxli xuş gün bərgü əzani. Nəbüvvət ilminin Bab-ı kitabın eylədi təkmil və əlləm məktəbinin olmadan adam süxəndani. Əlləmə öyrətmək, təlim. Deyir, bunu Həzrəti Adəm olmamışdan Həzrəti Məhəmməd onun süxəndanıymış. Əni fəxr cahan və bədr zəmin və asman, nəbiyyə axir zaman, əleyhə əfzəl salavat-ı rəhman ki, unvan şəni şərifləri və ma yəntuqu ənil həva. Mən öz həva üzünə danışmaram. Və vəsfu nəəti bəyan mənifləri İnnəhü və illə vəhyun yuhadur. Və onlərdən geçəcək kəlam-ı mülük-ü kəram, geçecek kelam-ı mülük giram və məqal-i məlcəi və məəvay ənamdır ki, unvan şə'n şərifləri bir mucibi əti'ullah və əti'ur rəsul və ulul əmri minkum salisi mətbu və muta xəvas və əvam anam və vəsl məqal-i mənifləri kəlam-ı mülük kəlamdır. لا سیما کلام اشراف سلاطین جهان و اکمل خواقین دوران کهف امان ذل یزدان پادشاهımız ابد الله دولته و حفظ صحته و طول عمره و نشر ذکره الى آخر zaman Həzrətləri ki, nəzm yazılan bir şeir. İstirdim bunu görəm, biləxərəm kitabın adı nədir, konusu nədir, oraya yetişəm. Buradan 16 səhifə oxumuşuq, hələ bir yerə çatmamışıq. Görək neçə saatda oxumuşuq bunu.
1 saat 30 dəqiqədə oxumuşuq. Əlbəttə çoxlu da qıraqlara çıxırıq. Nəzm-i dür barədə nizamidir. Nəzm-i dürbaridə nizamidir. Tərz əş'ar içində camidir. Məsnevidə kəlami sehr halal, beyt əş'ari cümlə xas xiyal. Nəzm-ü nəsr ilə tutdi unvani, şərqdən qərbə səhn durani. Qələmi xizru zülməti anə dəvat. قلمی خضر و ظلمت آنه دوات. کلماتی سراسر آبی حیات. منبعی در حیاتون اقلامی. مردنین تنده روحی پیغامی. قاسمی رزق خلق خامسی در. قاسمی رزق خلق خامسی در. حافظ شهر و دهر نامسی در. eylemekten kitab-ı lütfi rəqəm qənlər ağlar anın əlində qələm. Qənlər ağlar, qənlər ağlar anın əlində qələm. Bu qulinə vəzifə olsa bərat, olur ağzına bir muğni dəvat. Alır ağzına bir muğni dəvat. Dilərin haqqı həmişə şad etsin. Dilərin haqq həmişə şad etsin. İki aləmdə bərmurad etsin. İlahi مادام که خسرو خاور زمین و پادشاه قلعه تارمین لشکر انوار انجم شماریله جند زلامی شب تاری انهزام و انکسار دیار زنجباره فراز ادرب توق پرفروغی فتح و نصرتین و لوای عالم آرای فر و شوکتین گله حسین سمایه و برجی سوار استواری چرخی معلایه دیکب اهالی 7 اقلیم و سواکن حوالی 6 جهانی تسخیر 6 جهانی تسخیر بلکه ضبط و ربط احوال معادن و نبات حیوانی دخی تدبیر اده اول مقری سلطنت و مستقری خلافت. Baxın ayırdı bir-birinə. Məqalli səltənət və müstəqərri xilafət qutbül əqtab aləm və ülvi-i süfli aləmi ülvi-i süfli səmiyyü ədili məzhəri nəssi Rabbi habli. Həzrətlərinin dirəfşi il ələmi aləmi arasi dirəfşi ələmi aləm arasi اوج رفعت و zirveyi izzete erçürüp hilal asmani fethü nüsret ve mahi nevi afaq izzet و saadet eyliyüp şüggeyi livayi gerdun say ve humayi edillerinin zilli zelil ve sayi cemil bimesillerin müfarig alem و Adem üzerinde ila yevmül gerar payidar ve zat şeriflerini sıhhat ve selametle şeceri umr tevilinden behremend ve berkhurdar eyle. Nazm Gila-i dehri fethedüb cehanın mehri rəxşani Gila-i dehri fethedüb cehanın mehri rəxşani حصاری چرخه دشتیجه لوا و توق و نورانی لوا و اسگرون مرفوع و منصوب ایلیوب یزدان یدی اقلیم خاقان ایلیه bu şah دورانی لباسی سایسinde روزی عالم بهار olup şebi قدر براتی اوله günü Noruz Sultani
Avrengi rengin beyraqlar, renk beyraqlar ki gülzar şeriatdır. O rengarenk, orange de buradan gelir. Orange. Ben bunu orange okudum. Oradan gelir ki orangarenkdir. O rengarenk olur orange. O rengarenk beyraqlar ki gülzar şeriatdır. Ola her canibün pejmürde olmaz bir gülüstani. O gülşen itre neyze nakhli servu ola qılıc susen. O gülşen itre neyze nakhli servu ola qılıc susen nehali gül ola her tirücünde ğunça peykani. O gülşen itre gül gibi gelip خوشحال ola daim گمو اولاد عالی بندسی اعیان ارکانی. الهی مادام چه شهریار جهان زاربالش گردون سریر فلک نیلگون و تخت جاه چرخ بوقلمون جلوس edip انوار دیدار و اشعی رخسار تابداری اطراف و اشناف عالمدن و عیون اعیان آدمدن ظلام دیجوری دور و فتوری شبی بینوری محجور edip dilu دیدی مارو موری و جان ستم کشیده مردم و وحوشی و tüyuri merdum. Gözün qərəsində mərdum deyir. Amma burada təşkil aparıb insanlara da mərdum deyirlər. Deyir ki, oğlum gözümün qarasıdır ya qızım gözümün qarasıdır. O söz. Burada mərdum sözü ona gəlir. Məsələn, elə bir şah danışır, mərdum yəni mənim gözümün qarası. Mən bunu indi düşünürəm. و وحوش و طیوری روشن و پرنور و پرنور و فرحناک و مسرور ایله با آفتاب دولت و اقبالی و ماهتاب سعادت و افضالی ذروه عزت و اوج قدرت و رفعت طالع و لامع قلوب دائما تخت خلافت برقرار و مسند عزت و سریر سلطنت قایم و دایم و استوار ایلیوب bu مبانی عزت و طرح افکن مبنای دولت و سعادت اماد احسان و عدالت و اساس همت و عنایتلری ile سراپای محمیه ممالک آل عثمانی بلکه طولا و ارزن جمیع اقلیم جهانی معمور و اعدای دین و دولت منکوب و مقهور و اعوان قدر و شوکت مظفر و منصور ediyor سایه دولت و کنفی حمایتinde بنی نوع انسانی بلکه جمیع اصناف و افراد حیوانی خوشحال و آسوده و خواب راحت حضور له غنوده ایله نظم. Mən istəyirəm ki, biləxərə bu gəlsin, desin ki, bu kitabı nə yazıram, nə mənədən ötürdür. Gedək burada bir yerdə görək və حاصل کلام و محصل و محصل مرام budur ki, bila şəkk reyb, kelam məqbul bi eyb, kimdən sadir olursa olsun, latiful madlul olacaq indəl fuhur. Tamam məqbuludur. Beyt. Qəbul eylə kəlam haqqı kimdən sadir olursa, əgər hüccac qatildir, əgər ibni müqatildir. Əgər hüccac qatildir, əgər ibni məqatildir. Öldürənin oğlu da olsa, qatilin oğlu da olsa, hacı ki qatildir, onun da olsa, deyir, söz əgər doğru gəlirsə, haqq sözün qəbul elə. Amma ki, ustadani بسیار فن اما که استادان بسیار فن و نقادان نقود سخن که
دقی فکری صافیله دقت متن دقی فکر صافیله هر بری موشکاف و لطافت گریهی سحر آثار له her biri miyan yar gibi qılı qırq yarar, qılı qırq yarar. Çox gözəl sözdür. Qıl bu saç var daha bu saçdan bir telə qıl deyir. Qılı qırq yarar. Bir qılı bu tükü 40 yerə bölər. Çox gözəl. Hər biri miyan yar gibi miyan yar gibi 40 qılı 40 yarar ve dehan dildar var nukti muhimun cevheri ferdi iken isbatü ve izhare sahibül iktidardır. Dibac giranmayi megal ili menval üzere mensuh olur ve neyyiri bulenpayi sihr helal buruci sema kabul ehli kemale 2 sellem eder. 2 sellem eyledir. Sellem ile ragi olur. Ve 2 mi'rac ile uruc eyler. Biri terigi nezmidir. Nezr dürbarıdır. Biri terigi nezmi dürbarıdır. Çe ece, çe ana mütekeffil şuara fesahet şuardır. Ve bir terigi nesr cevher nisarıdır ki ecer. Pes biri oldu bilesi. Ve 2 mi'rac ile uruc eyler. Bir terigi nezmidir. Nezmi dürbarıdır. Nezmidir, barıdır. Ki ecer mütekeffil ki ana mütekeffil şuara fesahet şiarıdır. Ve bir terigi nesr cevher nisarıdır ki ana mütesaddi ve müşteğel münşiyan belagat desarıdır. Desar 3 nöqtəli sinandır. Heç özüm də bilmirəm nədir. Bunu baxım görüm ki, desar nə deməkdir. Desar. Görək nə deyir. İləkə mə'ni kələmat əlləti tələbətha kulluha ərəbicə Türkçə əlifba ərəbi Türkçe. Desar. Desardır bu. Desar ya desar. El-Arabiye. Desar ma yelbusu foqal siyab. Paltarın üstünde giyinen bir paltar. Mesela kaftan diyor. Ey el-kesaul harici. Üstten giyinen. Mesela bu paltarlar atladı bunların üstüne. Elbette bundan da eba kimi bir şey. Zidde şiar. Şiar ve huve ma yelbusu el-cesedu mined-daxil. Şiar içeride olan giyinen. Mesela ter köynək deyirik. Üstünden köynəkdir. Bunlara şiar deyir. Şiar eynindən yazılır. Disar isə üstdən giyilən. O ona deyir. Tamam. Disar üst libas, üst köynək, birinə alınan kisa. Tamam. Disar bu anlamdadır. Qeydək kitabımıza. Belağət disarıdır. Münşiyan belağət disarıdır. Disar bəs üstdən giyinən, yəni gözə görsənən o dövlətdə işləyənlər var ha ki yazı yazırlar Osmanlı dərbarında. Deyib buyurmuşlardır. Şiq-i sani sədrdən bəiddir. Bəid و دور olmağın, bəid و دور olmağın mətruk və məhcur qılındı. Yəni şeyi deyir, bu bəlağət münşiyan. Münşiyanı deyir şey ne oldu? Şık-ı sani sadrden bəid ve dur olmağın mətruk ve məhcur qılındı. Amma ki şık-ı əvvəldə ki əgərçi kim qadir həkim və Cəbbar و Həlim Cəllə Cəlaluhu və Əmmə Nəvalih Qur'an Əzim və Furqan Kərimdə və şüərai yəttəbəuhumul qavun ələm tərə ennəhum fi kulli vadin یحیمون demekle zümre-i şuarayı ki sabbahani behr eş'ar ve seyyahan adviye medhu qadhi
sigar و kibar اشراف و اشرار olmuşlardır. Galibi siği cem'e idhal ve kemendla ve kemend lam istigraqi gerdenlerine silsili celal ve paylerine nikal melal eyleyip cah ləcci bihad ve gayeti umman gavayette heyran ve sergerdan ve tufan بیکران شقاوت و سفاهته بی سر و سامان و جاه به وادی حیرته بوادی جمع وادی و جاه به وادی حیرته تشنه لب و سوزان و فیافی زلالت و خسارette fiyafi içinde fiyafiler cemdi. Fiyafi zelalette ve xesarette hayim atşan eylemiştir. Lakin anlerden bir cem-i kesir ve cemmi gafirin vasıtı rükûb sefine aman illellezine amenu ve amelus salihat ve vesile neşr و بست شراء و بادبان و ذکرالله کثیرا و رابطه توجیه آلات و دمن و ریسمان و انتصروا من بعد ما ظلموا اول دریای هایل مواجدن مواج تشدید ziyen üstünde koyuptu. Biraz burada kaldım. Mevvaciden istisna edip sahil xilas ve necate ihraç ve liman burada gelir. Liman kenef himayet ve inayete idmac eylədi. İdmac nə deməkdir? Bu cəlibdir bu kəlməni də əgər biraz örgəşsək yaxşı olar. İdmac nə deməkdir? İdmac İleyke ma'ani kelimeti'lleti sa'alte anha kullaha bi ma'acimil arabiyyə madar. Elə bir səsimizi eşitdi ki, cilayə elədik. Niyə farsça ya qaçışıq yazırsan? Deyir ki, küllün ərəbcə yazacağım. Madar el-madaru qat'ul tin el-yabis əv turabul mutecemmid. Donmuş torpağı kəsmək. Yugalu biyutun mudar. Biyutun mabniyetun bittinil yabis. Fi muqabil biyut və bar. Ey biyut imdal redi mədər. Cəmi mudur. Əddisar. Tamam, disarı istəmirdik, elə bunu mədəri istirdik, gətirdin. Gedək bunu oxuyaq. Mən haram gəlmişdim, orada getdim, buranı tapdım, amma indi itirmişəm. İdmac eylədi. Elhamdülillahillezi azhaba anna lahazan ve hal ve ahal la adainal mihan ve ahal la adaina li adaina ve ahal li adainal mihan ve egerçi kim şuaradan bir güruhi bir şükuhun bunu çarşıvelərə əvvəl çəkiblər, sonra yazıblar. Onun üçün bu adam şükuhun H-nunun çarşıvənin eşiyində yazıbdır. Şükuhun ki çarləri mədhu itrari غفله انام و اعتبارleri تحسین و تزیین اقوال و افعال سفلی عوام علوب و مباحات و افتخارleri حسو ترغیب اهل معاصی و زلال و تقبیحی و تنفیری اوضاع ارباب عبادت و کمال و حدم اساس اعراض مقبلین مسلمین ve توجیه اغراض فاسده مدبرین ظالمین eylemek ile ola. Təşdid. Mən istəyirəm hər halda bu gəlsin bir yerdə desin ki, bu kitabı niyə yazıram? Oli gəlmişlərdir. Təyid kəlam sədid filan. Xəzain əsrar ilahiyyənin xəzinə dar və dəfatir quşaləri, xəzinədar və dəfatir quşaləri və dəfain asar namütənahiyyələrinin acayibdan غرایب nümaləri, xavas hisar ərşün əminləri və nazirləri və məhsul gəl'i fərşün. Tamam gedək görək ki biraz indi o nə deyirlər tündxani kimi eləyək. Tündxanda da fəqət bəzi kəlmələri görür, gedir. Yəni əlbəttə görür hamısını, amma
Kitab-ı Məxzun, tamam, burada gəldi bir yerə yetişdi, bir söz deyir. Və məmduhi əvliya-i kiram olmuşdur. Hətta aləmün əmiri kəlami, əni şeyx Nizami, səqallahu sərahu, Nizamidən söz danışır. Və cəaləl cənnətə məsvahu, Kitab-ı Məxzənül Əsrar'da fəziləti nəzm-i əş'ardən bu mənaya işarət edib demişdir. Qafiye səncan ki ələm bərkişənd, گنجی دو عالم به سخن درکشند پیش و پس باریکی کبریا پس شعرا آمد و پیشی انبیا شعر برآرد به امیریت نام کالشعراء امراء الکلام. Tamam. Əgər eləyə bilsək burada bir yer tapaq ki, gələt ya biləxərə mən istəyirəm nə yazam. و بالجمله شأن اشعار و عنوان نظم انشا و اخبار ده کلمه جامعه و قصه نافعه کلام صاحب جوامع الکلام و مقال حضرت ابوالقاسم صلی الله علیه و سلم دور ki هو کلام فحسنه hasanun ve kabihu kabihun diye buyurmuşlardır. Pes şiir dedikleri eğer ماده حقده و حسد، ماده حقد و حسد و شور و شغب و منشأ قوه شهوت و منبع حدت و غضبدن نشو نما بلوب سینه بی سکینه و دل پرریشی خباست اندیش olan napaç bi edeblerden sadir olmuş bir reşehi ise mügerrerdir şu kelami xeşiyet enzami la yemtela jofu ahadikum geyhen khayrun lehu min en yemtela şi'ren. Ondan ibarettir ve eğer mehabbi nesimi lütfü ra'fət və məmərri səbai şəfəqət. Mən niyə bunu gedib biləxərə tapa bilmirəm ki? Bunu gedib biraz qabağa görək ki, واضح میزان نظم و رافع معیار شعر در و مظهر خطاب نون و القلم و ما یسترون کفه وزندن بیرون olan کلامدن ایسا سخن منظوم و موزونه رغبت و انجذابلری زیاده و التفات و انبساطلری طبقه اولیاده ایدی اصحاب گزینون bir sahib الفضل و الیقینی olandan منقولdur ki bir gün redif guzin evvelin و آخرین olmuşdan اسنای کلامده نام امیه ابن ابی سلت ki şuarای zaman cahiliyetten mazkur oldu. Hiç onun eş'arından hatırında nesne var mıdır diye buyurdular. Ne'm ya Resulullah dedim. Oku diye ferman buyurdular. Bir beyt okudum. Dahi diye buyurdular. Bir beyt dahi okudum. Dahi diye buyurdular. Bir beyt dahi okudum. Bu tarik ile tamam 100 beyt izha buyurdular. Bu rivayet kitab-ı Mesabih'de dahi mezkurudur ve bazı şuruhinde mesturudur ki قال Resulullah sallallahu aleyhi ve sellem fi hakkihi aslama şi'ruhu ve kefere qalbuhu. Şiiri İslam getirip kalbi kafirdi ve cevvi felaki şiirde tayr seyr ani Ka'b ibn Zuhayr radıyallahu anh. ehtimal verirəm ki, bu baxıram görürüm ki, bir şeylər görə bilərəm ki, sonunda yetişək görək ki, bu kitabı nə haqda yazır ki, onu deyək və kitabı qutaraq. Çünki
Mən fikir edirəm ki, dil haqqında yazılır kitabı. Əxlaq üstə yazıblar, amma mən burada hələ buradan fəqət dildən görürəm. Yəni dil haqqında danışır. Dilin əhəmiyyəti haqqında danışır. Və bu göstərir ki, Türk alimləri və Osmanlı, xüsusən Sultan Süleyman zamanı Türk dilinə nə qədər əhəmiyyət vermişlər ki, onu gətiriblər. Mən belə görürəm ki, buradan yəni neçə səfərdir 32 səhifəlik, məsələn, buradan deyək, vəraq vurmuşuq, heç olmasa bir 20-sini oxumuşuq, 20-dən çoxunu oxumuşuq. Mənə belə gəlir ki, dilin əhəmiyyəti haqqında danışır. Dilin nə qədər əhəmiyyəti vardır. Tamam sözlərin hamısı şeir olsun falan olsun, dilin əhəmiyyətini göstərmək üçün çalışır. Bir yerdə gələr biləxərə deyə ki, mən bu kitabı niyə yazıram? Bir şey gözümə dəymir. Yəni hey gedirəm qabağa, amma burada tapa bilmirəm adamın təəssüflə bu PDF-lərdə eləmək olmur ki, bu PDF-lər əksi PDF-dir, şey deyil, yəni yazı PDF deyil ki, adam eləyə bilər burada axtarış eləyə, search eləyə, axtara görə ki, məsələn bunun içində bir kəlmələri adam axtarsa gələr tapar ki, bu niyə bu kitabı yazır da, onu istəyirəm düşünəm, amma onu da görmürəm. İndi də yap belə üzdən keçməyə də baxıram ki, bəlkə bir kəlmə gözümə dəyər, xüsusən bu qırmızı abi yazılara baxıram. Aha, görək ki, bəlkə burada bir şey deyər. Bu səhifəni oxuyaq, buradan İlâ yevminə haza, buradan oxuyaq, görək ki, nə gəlir. Bəlkə bu iki səhifədə bir şey deyə, burada da əlbəttə bir imza görürəm, calibdir. Vəsl-i zat-ı mülk-i səfat, Sultan Cəhan, əbbədəllah dövlətəhu ilə axiriz zaman. Burada gəlir, şeyə görə yazır, Həzrəti Sultan Süleyman haqqında bir şeylər yazır, amma bura İlâ yevminə haza əlsini şüəra, sehr asaridən rəvan olan, azkar cəmilə və əqlam münşiyan şəkər guftaridən, şəkər güftaridən cəryan edən awsaf cəzilə və padişahan pişin naminə təlif olunan kütüb və risaildə məzbur olan awsaf faiqə və tavsif şə'n salatin zit-təmkin üçün təsnif olunan cəraid və xutub və vəsaildə məstur olan ətaf layiqə bu padişah aləm pənah xəlledallah mülkə həzrətlərinin hədd zatində mündərəc olan kəmalinə və şə'n-ü sifatində mövcud olan fəzilət və iqzalinə nisbət olunsa dəryayı zaxirdən qətrə və dürrə qətrə və dürrə və səhabi matirdən rəşhə və dürrə və məratib ədadən mərrə və kərrə və gülüstan و بوستانیدن ورق و گل و برگ و تره و آفتاب عالم تابیدن şüa و ذره دگüldür bu davaya دلیل قوی و bu müddeaya burhan celi yetmez mi ki kelimat-i saadet beyinatları cemi adab-i belagat ve fesahati şamil ve ulu ve umum letafet و zarafeti müştemil olduğundan maada kendi zat-ı şerif ve ünsuri latiflerinin cemi mehasin ahlak cemileleri nezmi deryalarından mufad ve vücudi purcudilerinin külliya mekarimi işvaq celileleri eş'ari gövher nisarlerinden müstefad ola. Nitekim nezm ehl-i hakda muhakkak
و حضور ارباب نظرده مقرردür. زیرا که اگرچه رعایت آداب سلطنت و ادای مقتضیات امور خلافت ده پیروی خلیفه این سجان و متمسکی قواعد و ارکان جناب سلیمان علیه و علی نبینا افضل الصلوات الرحمن idi ki indi lehu halladallah xilafətə. Burada Həzrət Səlman, Həzrət Süleyman xanın lehu dediği demiş ki, hər və nə mənə yazsam ondan yazacağam. Ona görə burada ondan olur. Mən deyirdim ki, burada bir şey deyər. Lehu yenə də əzəm, yenə gəldi burada. Lehu yenə də orada Həzrət Süleymandan yazır. İnnə nəfsəl əmmarəti bis-su. Tamam, kitabların başlapmadım deməlidir. Yazıblar əxlaq. Biz də bunu əxlaq deyə yazaq, amma düzün axtarsınız, mən əgər istəyəm bu kitabı şey eləyəm, gərək oxuyam bunu. Əlbəttə bu doludur kəlmələrlə. Ərəbcə, türkcə çox gözəl, o qədər qənidir bu kitab. O qədər qənidir ki, mənim savadım əlbəttə çox yerinə çatmır. Kəlmələrin mənasını axtarmalıyam, anlamını axtarmalıyam. Çünki bu qənilikdə kitab heç mən oxumamışam əslində. Və biz Türk dünyasında bu qənilikdə kitab, yəni bizi Fars dünyasında 60 il kitab oxutdurublar, çertipert. 3000, 5000 kəlmə ilə bir kitablar yazıblar, romanlar yazıblar, töküblər ora, tarix yazıblar 3000, 5000 kəlmə ilə. Burada fikir edirəm ki, bu kitabın içində heç olmasa bir 100.000 kəlmə var. 100.000 deməyək, əlbəttə eləyə bilərəm sayam ki, neçə min dənə kəlməsi var, çox rahatdır. Hər səhifədə bəllidir neçə sətr yazır. Məsələn, bu səhifəni necə eləyək? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Hər sətirdə 15 hər səfədə 15 sətir yazır. Hər sətirdə neçə dənə? İndi məsələn 2 səhifədən nümunə götürək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Vavları çıxıram. 10. Buradan da baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Üst-üstə 10 gəlir. Gedək məsələn bir ayrı səhifədən də bir dənə sayaq. Buradan məsələn, buradan sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Burada da bi ilə bərləri hesaba qoymadım. Yenə də 10 oldu. Burada da baxsaq bu səhifədə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Burada da 9. Yəni üst-üstə 10. Çünki o məsələn şeyləri saymıram da, bərdi, vədi, bunları saymayanda ki, onlar da hesab olurlar əslində. Mən bir dənə İngilisi, Amerikada bir İngilisi mərkəzə tərcümə edirdim bir zamanlar. Orada vən də pul verirdilər. Onun üçün bilirəm ki, o vədə sayılır, yəni sayılmalıdır. Üst-üstə 15-i çapsaq 10-a, hər səfədə 150 kəlmə vardı. Çapsaq 240-a, 150, 240 gələr 150-ni çapsaq 240-a gələr 36.000 kəlmə var burada. Deyək ki, bunun heç olmasa bir 10.000-i təkrar olmur. Qalanı təkrar da olsa 10.000-i təkrar olmur. Çox cəlib bir şeydir, yəni kitabdır. Hər halda Təvhid-i Kəlam, bəlkə burada bir şey yazaq. Təəssüflə Təvhidə görə bir şey yazır. Təvhid-i Kəlam. Yəni kəlamın görün nə məna eləyir? Təvcih-i kəlam, bağışlayın. Əgərki kim didar pur ənvarından eşq və məhəbbət asari çıraq aftاب var پیدا و گفتار جوهر نثارından سوز مهر و مودت اسراری Kəşşəmsi fi vəsət nəhar roşən və hüveydadır. Nitəkin bu nəzm səyadət asarlərindən zahir və bahirdir. Və ləhu xalladallah müddətəhu və sanə min eynil əyyamı süddətəhu. Belə nəzərə gəlir ki, Həzrəti Süleyman padişahımızın, xəlifəmizin sözlərini burada yazıbdır. Yəni, onlara görə yazıbdır. Mən belə düşünürəm. Oradan görə də buna qoyublar Əxlaq-i Süleymani. Hər halda bir şeyə yetişmədik. Kitabın axirindən də biraz oxuyaq və
Gedək Misra. Qəniyə fəzli Rabbani fəqirə zilli Yazdani. Həzrətlərin əxlaq cəmiləsindən kunəşindən. Çox cəlib. Bunu biraz dallılıq qeydək. Elə buradan oxuyaq, yox. Gedək biraz dallılıq. Çünki elə bir zahirən buradan başlayır buna görə. Dəxi bu cəm və tərtib təqribi ilə zaman bulğay əhl-i İslam. زبان بلغای اهل اسلام و لسان فضلای اشرف انام ده مذکور المغلا مظهر رحمت و احسان خدای غفور و منظر عفو صفحی و غفرانی مفیزی شکور و اول سلطان عادل و پادشاه دریادل حضرتlerinin yine rikab humayununda mahşur olmağı müyesser ve mukadder eyleye ve ma zalike alallahi be aziz aleyhi tevekkeltu ve ileyhi unib innehu semi'ud dua ve innehu qaribun mucib ve bu dibaçe, hala bu dibaçe de burada. Yani bundan bu yüzden kitabın asli çıkacak. Ve bu dibaçe ziba ve hutbi garra ol saadet kani ve lütfi ve merevveti ummani Misra. Qəniyə fəzl Rabbani fəqirə zəlli Yazdani. Həzrətlərinin əxlaq cəmiləsinin günəşindən olacaqdır. Əxlaq cəmiləsinin günəşindən, kunəş sözü də günəş sözündən gəlmiş olacaq bəs. Günəşindən zərrəsin şamil və usaf. Pəs əxlaq cəmilə düz deyir. Ehtimalən əxlaq cəmiləsin. ehtimal verirəm ki, adı əxlaq cəmilə. Görün burada yazıq, bəlkə tapmasaq da əxlaq cəmilə. Bir yerdə hər halda belə bir sözü eşidibdir. Zərrəsin şamil və usaf cəziləsinin zikrindən qətrəsin müştəmil olduğu əcəldən nami əxlaq Süleymani. Tamam, gəldi. Özü axırda dedi ki, nami əxlaq. Kitab nədir? Kitabın mövzusu Həzrəti Süleyman xəlifəmizin sözlərindən bir miqdar burada yazıbdır. Kitabın adı Əxlaq-ı Süleymani qonuldu. Mərcudur ki, mərcu yəni ricamız budur ki, ərbab-ı məani və əshab-ı fəzl-ü məbani olan əhali və əali nəzəri rəğbət və cuşe-i eyni inayət ilə nəzər edib qüsurun məzur və münşisinin eybin damən əfv ilə məstur edib məzhər-i ismi əfv غفور المغل inayət eyləyələr. Velhamdülillahi Rabbil alemin və salatu və selamu ala seyyidina Muhammedin və ala alihi təyyibin tahirin əcməin təmmə. Tamam, kitab qutardı. Biz də burada qutaraq bu günləri Türk dünyasının dil və yazı uyğarlığından daha bir kitabla tanış olduq ki, sonunda adını tapdıq ki, Əxlaq-ı Süleymanidir. Niyə ki, Süleyman Qanuni Həzrətlərinin şeirlərindən, nəzərlərindən yazdığı əxlaqın, onun düşüncələrini topladığı bir kitabdır. Əxlaq adını qoyub, amma bunu gərək oxuyaydıq, şuraydı ki, əxlaqdır, yoxsa sadəcə düşüncələridir. Deyir ki, burada sonunda deyir ki, Həzrəti Süleyman padişahımızın, xəlifəmizin düşüncələrindən bir şeydir, bir qıssadır. Dedi, nə mənə əxlaqından, Əxlaq-ı Süleymanindən bağışlayın. Osaf cəziləsinin zikrindən qətrəsin müştəmil oldu. Əxlaq cəmiləsinin günəşindən zərrəsin şamil və osaf cəziləsinin zikrindən qətrəsin müştəmil olduğu əcəldən nami Əxlaq Süleymani qoyuldu. Tüm o böyük insanın əxlaqı və davranışları üzərinə bir kitab yazıbdır. Kitab onun zindicanlığı və həyatı zamanında yazılmış olacaqdır. Yəni, ən azından deyək ki, bu kitabı əgər Həzrəti Süleyman xəlifəmiz əgər, bunu buradan silaq, 926-da təxtə oturubsa, 26 yaşında və 974-də Allahın rəhmətinə getmişiksə, 926
bundan çıxsaq 974-də də Allahın rəhmətinə 48 il xilafət eləyibdi. 48 il xilafət sürübdü. Əgər bu illərin ortasında belə tutsaq, yəni desək ki, məsələn 48-i 24-də bölsək, 24 eləsək, o da deyək ki 50-də məsələn. Desək ki, bunu beləsi tutaq da, deyək ki 950-ci ildə kitabı yazsalar, indiki ildə 1447-ci ildir, ondan çıxsaq, 497 il bundan öncə 497 il öncə bu kitab yazılmış olubdu. Və sonra da Hərəmeyn-i Şərifeyn, yəni Həzrəti Rəsulun və Məkkə-i Mükərrəmənin ovqafının müdürlüyünə verilibdi. İthaf olunubdu, orada saxlanılır. Belə görünür. Bu kitabla da tanış olduq. Çox əla bir kitabdır, çox dərin yazılıb. Ədəbi, çox ağır ədəbi yazılıbdır. Amma çox gözəl xətt ilə və türkcə. Birinci cümlədən Bismillahdan sonra türkcədir. Bir yerdə də farsça şeir gördüm. Amma qalan şeirlər, hər şey türkcə yazılıbdır. Ərəbcə, Qur'an və hədisdən istifadə edibdir. Amma onların rəngini dəyişdiribdir. Yəni, abılar yazılanlar Qur'an və hədisdir və qırmızılar məmulən nə deyəcəkdir onun şeyidir. Hər halda bu günləri türk dünyasından daha bir ayrı, türk dünyasının yaratdığı dil uyğarlığı və yazı uyğarlığından daha bir dərin bitiklə, kitabla tanış olduq. Görsədir ki, Osmanlı dövləti, yəni 926-cı il deməyək, 926-cı ildə oturubdur təxtə. Yəni ondan öncə varmış, %100 var imiş ki, bu adam da, uşaq da belə tərbiyyət olmuş ki, türk dilinə bu qədər əhəmiyyət veribdir. Türk dilində dil haqqında bir kitab yazıbdır. Və bu bunu göstərir ki, türk dili çox önəmliymiş. Yəni 500 il bundan qabaq belə türk dili Osmanlı xilafətində və səltənətində çox önəmliymiş. O qədər ki, bu kitabı mən haracan ki oxudum, hər yerdə gördüm ki, dildən danışır. Qonu dildir. Və bu dili haqqında danışdığını ərəbcə yazmır, farsça da yazmır. Türk dili ilə, türk teorilərin dil teorisi haqqında əslində danışır. Hər halda Allaha min mərtəbə şükür olsun, bu günü bizə qismət eylədi. Umaram ki, bir ayrı gündə bizə qismət eylər və biz